Axşamınız xeyir, hörmətli təlim iştirakçıları. Hər birinizi Lirven Development Center və Pinnacle Akademinin ortaq təşkil etdiyi Hüseynova Zarina xanımın təqdimatında Potensialını Kəşf et adlı təlimində xoş gördük. Mən bugünkü təlimin moderatoru Bəndəliyeva Zəhra. Bugünkü təlimdə potensialınızın nədə olduğunu və onu necə üzə çıxaracağınızı öyrənəcəksiniz. Təlim çox maraqlı olacaq. Odur ki, təlimi sona qədər diqqətlə dinləyin və bu təlimdən mütləq yararlanın. Zəhmət olmasa təlim müddətində səslərinizi bağlı saxlayın ki, təlimçimizə və dinləyicilərə mane olmayasınız. Sualınız yarandıqda chat bölməsində qeyd edə və ya təlimin sonunda mikrofonunuzu açıb səsləndirə bilərsiniz. Rəsmi sertifikat almaq üçün sonunda nömrə qeyd olunacaq. Həmin nömrəyə ad soyadınızla birgə təlimçimizin qeyd edəcəyi açar sözü göndərəcəksiniz. Bundan əlavə təlimçimizin Instagram hesabı təlimin sonunda qeyd olunacaq. Həmçinin qrupa da göndəriləcək. İstəyənlər əlaqə saxlaya bilər. Hər birinizə xoş dinləmələr arzu edirəm və sözü dəyərli təlimçimiz Zarina xanıma verirəm. Buyurun, söz sizdədir. Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Ümidvaram ki, işləyənlərimiz varsa, xoş bir iş günü keçirdiblər. Yenə də günün sonu maarifləndirmə məqsədli təlimlərə qoşulurlar. Əksəriyyəti mən daha əvvəllər təlimlərdən tanıdığım insanlar da var. Yeni insanlar da tanıyacağım həmçinin. İndi mən sözümə başlamazdan əvvəl istəyirəm ki, bir prezentasiyanı paylaşım. Mənə zəhmət olmasa hostu ötürə bilərsinizmi Zəhra xanım? Mümkünsə. Ötürün, mən prezentasiya paylaşmaq istəyirəm. Ondan başlayaq, davam edək. Verdim, baxın. Ötürdünüz? Bəli, ikinci hostluğu vermək olur. Mən açım prezentasiyonu. Davam edək. Görünürsə, deyim ki, görünür və yaxud da ki, nəsə problem varsa, mütləq şəkildə bildirin mənə. Çünki chat bölümündə ola bilər ki, yazarsınız, mən görmərəm. Və belə. Görünür ekranım hər kəsdə? Bəli, görünür. Aha. Və bugünkü təlimimizin mövzusu potensialını kəşf et. Zəhra xanımla məsləhətləşdik ki, sizə hansı bir təlimi keçə bilərəm ki, həm sizə, həm də ki, mənim üçün bir uyğun bir təlim olsun. Ona görə də seçdik potensialını kəşf et. Potensial, belə deyək ki, insanın daxilində var olan, eyni zamanda insanın gələcək həyatına da bələdçi rolu oynayan bir funksiyadır, deyərdik. Və məni tanıyanlardan savayı yeni burada bir kütlə var. Kütləyə özümü tanıtmaq istəyirəm. Mən Zarina Hüseyin. Öz karyerama 2017-ci ildən başlamışam. Təbii ki, qeyri-rəsmi tələbəlik dönəminə həm qeyri-rəsmi, həm könüllülük və s. Amma tam olaraq rəsmi iş həyatına 2019-cu ildən etibarən başlamışam. Azərbaycan Avtoqut Federasiyasında mətbuat katibi olaraq hal-hazırda da fəaliyyət göstərirəm. Lakin freelance olaraq çalışıram orada. Hal-hazırda da çalışdığım rəsmi iş yeri Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzinin monitorinq və treninq bölməsində mütəxəssis olaraq fəaliyyət göstərirəm. Layihələrlə işləyirik. Əsas məqsədimiz belə deyək, IT sahəsində, səhiyyə sahəsində çalışan insanların, eləcə də həkimlərin belə deyək ki, işlərini asanlaşdırmaq məqsədi ilə müxtəlif IT layihələr olur, onun üzərində çalışırıq. Eyni zamanda freelance olaraq da necə ki, sizinlə görüşürük, digər komandalarla da soft skillslar üzərində çalışırıq, yumuşaq bacarıqlar və s. Və yenə kimi universitetlərdən belə deyim ki, təlim keçdiyim universitetlər olur, dəvətlər alıram və hal-hazırda maksimum nə qədər çatdıra bilirəmsə, universitetlərdə də iştirak edirəm. Təbii ki, universitetlərdə könüllü əsaslarından olur, yəni ki, heç bir ödəniş alınmır. Yəni, əgər
universitetində tələbələr varsa aranızda, universitetdə məni görmək istəyirsinizsə, yəni müraciət edə bilərsiniz. O da tam belə deyim ki, universitetlərdən heç bir, amma yox, məsəl üçün hər hansı bir belə deyək ki, qeyri-təhsil müəssisələrində olsun və yaxud da kurslar olsun, orada ödənişli əsaslarla, yəni ki, gedib təlimi keçirəm. Və mənim haqqımda qısa bir məlumat əldə etdiniz, amma mən istəyərəm ki, mən də öz auditoriyamı tanıyım. Kimsiz, nə iş görürsünüz, tələbə sizə tələbə, valideyn sizsə valideyn olduğunuzu yaza bilərsiniz. Yəni, qısa da olsa sizin haqqınızda məlumat da istəyərəm. Salam, mənim adım Nərgizdir, 21 yaşım Hoş var. Xoş gəldiniz. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Mənim adım Nərgizdir, 21 yaşım var. Hal-hazırda işsizəm. İşləmirsiniz? Xeyr, işləmirəm. İş üçün müraciət etmisinizmi haçansa? Səs gəlmədi. Tələbə. Necə? İş üçün haçansa müraciət etmisinizmi müəssisələrə? Mən əslində Amal Xeyriyyə Təşkilatında könüllü işləmişəm. Sülh Plazada. Mənim vəzifəm xəstə insanlara dərman yazdırdım. Bir də ərzaq paylayırdıq. Könüllü kimi işləmişəm orada, Sülh Plazada. Könüllü Amal fəaliyyətini Xeyriyyə Təşkilatı. çox gözəl. Təqdirə layiqdir işiniz. Yəni könüllü işini heç vaxt həfifə almayın. Çünki baxın, mən çalışdığım artıq 6-cı il olacaq ki, Azərbaycan Alpaqut Federasiyasında ilkin başladığım dönəmdə könüllü kimi çalışmışam, amma hal-hazırda oranın mətbuat katibi kimi fəaliyyət göstərirəm. Bütün xəbərlərin yazılması, paylaşılması və s. Yəni bir müəssisədə siz bugün könüllü ola bilərsiniz, amma sabahsı gün o nəyi dəyişəcəksə bilinmir. Yəni mətbuat xidmətinin rəhbəri olaraq çalışmaq bugünkü gün üçün mənim üçün prestijdir. Kimə deyirəmsə, məsələn, könüllülükdən gəlmişəm. Yəni hamı deyir ki, əhsən. Ona görə könüllü işini mən o vaxtı deyirdilər ki, belə qısa bir haşiyə çıxacağam ki, boş işləmək və s. Amma xeyr, elə bir şey deyil. Ona görə də könüllü olduğunuzu fəxrlə deyin ki, falan yerdə mən könüllü kimi çalışıram. Yəni düzdür, maddi qazanc lazımdır bir yerdən sonra. Amma könüllü fəaliyyətim, mənim 24 yaşım var hal-hazırda və hələ də bəzi müəssisələrdə və s. könüllü fəaliyyətimi davam etdirirəm. Çünki inkişaf edirəm. Bu da mənim potensialımı artırır. Orada gələcəm. Abituriyent, budur tələbəsi, 15 yaşlı bir xanımımız da var. 36 yaşı var xanım. Daha doğrusu bəy əməkdaşdır. Müxtəlif sahələrdə işləyib, hal-hazırda nəzarət kameralarının quraşdırılması üzrə məşğuldur. Fərdusda kimi IT sahəsinə başlamağı düşünür. Amma hələ potensialımı konkret nəyə olduğunu tam olaraq təyin etməmişəm. Görürsünüz, yaş artıq, necə deyim ki, nisbi rol oynayır. Yəni 15 yaşlı bir şəxs də hələ potensialını bilməmiş ola bilir, fərqində olmamış ola bilir. Və 36 yaşda həmçinin elə o yaşa baxmır potensialını kəşf etmək. O mövzulara da toxunacağım. Xəyali 37 yaş, riyaziyyat və informatika müəlliməsiyəm, amma işləmirəm, evdə repetitorluq edirəm. İşləmirsiniz, amma yəni ki, əslində fəaliyyətiniz var. Ola bilər ki, rəsmi işdə işləməyəsiniz, amma sizin repetitorluqda olsa fəaliyyətiniz varsa, yəni siz nələrsə etməyə çalışırsınız. 10 ili bitirib 5 il işlədim, sonra ailə qurdum, ara verdim, indi hazırlıq keçirəm. Yəni ki, niyə də yox? Yəni pandemiya dönəmində mən özüm belə repetitorluq etmişəm. Yəni ki, əgər tələbat varsa, sizin yaşadığınız ərazidə onu bacarırsınızsa, niyə də etməyəsiniz? Yəni mən şəxsən ibtidailərə edirdim. Yəni çünki mənim yaşadığım ərazidə ona ehtiyac var idi. Yəni ehtiyacdan dolayı belə deyək, ətrafınızdakı müəllim sayı azırsa, repetitorluq gözəldir. Həm də deyərdim ki, bacardığınız halda qazanclı bir sahədir. 18 yaşım var, tələbə turizm işinin təşkilini oxurum. O da gözəl sahədir. Yəni ki, əsas odur. Ofis proqramlarının təlimçisi, gözəl. Əczaçılıq tələbəsi. 18 yaş, kollec tələbəsi, ailə ev təhsili. O da yaxşı ixtisasdır. Yəni ki,
İşsizəm, hara müraciət edə bilərəm iş üçün? Birinci olaraq siz, indi burada iş mövzusu deyil, sadəcə sualınıza cavab kimi deyə bilərəm ki, siz baxın potensialınız nədir? Hara istəyirsiniz? Birinci suallarınızı, bunu təlim sonunda bir daha qayıdaraq. Abituriyentsiz 17 yaşınız var. Abituriyentlərə bol-bol səbirlər arzu edirəm ki, inşallah ki, atacaqları hər bir addımlar gələcək həyatına bir ışıq olsun, bir yol olsun. İnşallah ki, doğru seçim edə bilərlər və bir şey deyim ki, özünüzün qəlbiniz hansı səsi deyirsə, o səsin ardınca da gedin. Hansı ixtisası istəyirsinizsə, sonuna qədər o ixtisas üçün mübarizə aparın. Yəni, təkcə pullu ixtisasda deyib, seçib arxasınca getmək, sonradan peşman olmaq en qədər var. Yəni, ona görə çalışın ki, sizi həvəsləndirəcək, sizə gələcək həyatınızda motivasiya verəcək bir iş olsun. Çünki bəlirli bir yerdən sonra siz işdən yorulacaqsınız. Necə deyim, qazanc, sevmədiyiniz iş sizə heç vaxt qazanc gətirməyəcək. İşi sevin ki, sizə qazanc gətirsin. Yəni, hər birinizə uğurlar arzu edirəm. Çox sağ olun. Mən hər birinizi, qismən kimlər yazdısa, tanıdığıma şad oldum. İnşallah ki, sizin də bir bəyənəcəyiniz, bir qatlı olacağınız bir təlim olacaq. Və seminarda öyrənəcəksiniz. Özünüzü tanımaq üçün praktiki bir məşq eləyəcəyik. Hal-hazırdakı yazırdılar ki, mən hələ özümü tam kəşf etməmişəm. Bu kimi insanlar, yəni normaldır. Mən, yəni bir neçə fəaliyyət sahəsində məşğul olandan sonra düşünün ki, 2017-dən bəri az bir vaxt deyil. 2017-dən bəri müxtəlif sahələrdə işləyib, mən hələ indi düşünürəm ki, mən IT PM kimi, yəni IT project manager kimi gələcəkdə həyatımı davam etdirə bilərəm. Və o demək deyil ki, mən sevdiyim işdən, yəni təlimçilik işindən kənarda durmalıyım. Xeyr, dövlət işim var, çalışıram, çox gözəl irəliləyirəm, karyeramda yəni müəyyən qədər artım var. Amma mən sevdiyim işdən də əl çəkməmişəm. Çünki mən potensialıma bələdəm ki, artıq mən harada daha yaxşıyam. Düzdürmü? Bu bir kənarda və güclü tərəflərimizi kəşf etməliyik. Burada kimin səsini açıq? Elmir bəy, zəhmət olmasa səsinizi bağlayın. Səsi açıq qalıb, zəhmət olmasa səsi bağlayaq. Əgər hər hansısa bir sualınız olsa, belə deyək ki, sualınızı səsli şəkildə də bildirə bilərsiniz. Eyni zamanda da, belə deyək ki, chat bölümünə də yaza bilərsiniz. Zəhra xanım, sual olduğu halda zəhmət olmasa, yəni ki, siz sualı səsləndirərsiniz, mən prezentasiyanı açmışam, chat bölümünü sizə də görə bilməyəcəm. Tamam, narahat olmayın. Güclü tərəflərimizi kəşf etməliyik ki, bizim güclü tərəflərimiz hansılardır? Okey, birimiz abituriyentlərə səslənir ki, riyaziyyatdan aşağı bal toplaya bilərlər. Normaldır. Mən özüm riyaziyyatı sevməsiniyə, yəni 20 baldan, 20 sualdan 18-ini düz yazmışam. Yəni, sevməməyim normaldır. İndinin özündə də riyaziyyatı sevmirəm. Amma o demək deyil ki, mən ancaq PISA fokuslanmalıyım. Xeyr, ədəbiyyatı sevirəm. Ədəbiyyatla da indiyənə kimi oxuyuram davamlı şəkildə. Amma ədəbiyyatda daha çox meylliyim. Ona görə mənim güclü tərəfim humanitar idi. Onun üzərində işlədim, hər hansısa bir nəticə əldə etdim. Daha sonra praktiki tapşırıqlar etməyimi istəyirəm. Hansı ki, bunun da sizin iştirakınızdan olacaq. Bir də gələcək hədəflər üçün ilk addımlarınızı atmalısınız. Artıq bundan sonra bir qazancınız olmalıdır ki, sizin bu təlimə qoşulduğunuz mütləq ki, hər bir təlimdən 2 cümlə də olsa, 3 cümlə də olsa sizin qazancınız olmalıdır. Yəni, burada mənəvi qazancdan gedirik də, təbii ki, puldan yox. Və burada bir neçə artıq tələbəmizi də, yəni tələbələr deyəndə ki, ümumi iştirakçılarını nəzərdə tutmuşam ki, tanıyaq. Yəni, ən azından özünüzü bir sözlə ifadə etməlisiniz. Yəni ki, bu sizin necə bir insan olduğunuzu göstərən, əslində siz düşünə bilərsiniz ki, bu nə kiçik sualdır. Amma əslində ən çətin suallardan biridir ki, özünü bir sözlə ifadə etməyə bacarmalısan.
Yəni siz də yazın chat bölümünə. Baxın, məsəl üçün burada var nümunə. Mən çox pozitiv insanam. Mən əzmliyəm. Və yaxud da biri güclü ola bilər. Biri kimsə yaxşı bir rəsm çəkməyi bacarırsa, yaradıcı ola bilər. Chat bölümündə qeyd edin, baxın. Elton Şibliyev qeyd edir ki, mən mükəmməliyyətçiyəm. Aha. Mükəmməliyyətçi siz harda? Hardan bilirsiniz ki, siz mükəmməliyyətçisiniz? Yəni, nədə kəşf eləmisiniz ki, ə, mən bu xasiyyətdə, yəni bu, necə deyim ki, tipdə bir insanam. Sonra xanım Cəllova, çox aktiv, hər şey öyrənməyə maraqlı biriyəm. Gözəl, aktiv birisiniz. İnkişafa açıq biriyəm. Bəli, gözəl. İnkişaf etmək istəyən biriyəm. Bədii kitab oxumaq xoşlayıram və oxuyuram da. Çox gözəl. Hər sahəyə marağım var deyə qərarsız qalıram. O qərarsızlıq mən də yaşamışam. Yəni ki, hələ indi düşünürəm, amma hər an hər şey də dəyişə bilər. Yəni, o qədər biz informasiyanın bol olduğu bir dövrə rastlamışıq ki, indi hər şey var, sadəcə insan içindəkini axtarıb tapmalıdır ki, hansı sahəyə yönəlsin. Normaldır. Eyni zamanda bir neçə sahədə çalışan insanlar var ki, potensialları var. Davam edə bilirsə, niyə də olmasın? Sonra ən yuxarıda Elton bəy davam edir ki, ən yuxarıda olanı əldə etməyə, ulduzlara daha çox meyillisiniz. Dərsdə kimisə mənim keçməsini istəmirəm, maksimum yaxşıya doğru gedirəm. Rəqabəti də sevirsiniz, daha doğrusu rəqabəti sevmirsiniz ki, amma sağlam rəqabət aparmaq sizi özünüzü də daha çox inkişaf edə bilər. Bir də mükəmməliyyətçi olmaq, indi mən sizə görə demirəm, ümumiyyətcə mükəmməliyyətçi olmaq sizi daimi şəkildə bir yerdə çox düşünməyə, hərəkət etməməyə vadar edəcək. Hardasa onu yaşaya biləcəksiniz. Gülərsiniz, çox gözəl. Yeniliklərə, inkişafa açıq. Təqdirə layiqsiz. Bacarmaq istəyəmirsiniz, süpersiz. Çox sevindim adınızda. Görürsünüz, müsbət tərəflərinizi sadaladınız. Oturub sorsam, heç biriniz bəlkə də bunların heç birini bildirə bilməzdiniz. Və gəldik potensial anlayışı nədir? İnsanlar niyə potensialını üzə çıxarmağa çalışır? Sizcə niyə? Nəyə vacibdir ki, insanlar bu qədər səy göstərirlər, bu qədər təlimlər təşkil edir, kimlərsə, təşkilatçılar nəyə görə can atır ki, öz təşkilatçılıq bacarıqlarını inkişaf elətdirsin? Bugünkü gün üçün bizi nə vadar edir ki, bu qədər səy göstərir? Görürük, hər yerdə təlimlər var, günümüzü planlaşdırırıq, ayımızı planlaşdırırıq ki, bu qədər hər bir şey mükəmməl geçsin. Yəni, bunu bu barədə. Baxın, mən sualı verirəm, istəyirəm ki, siz özünüz o sualın cavabını tapa biləsiniz. Çünki mən burada nəzəriyyəni danışsam, nəzəriyyə hissəsi heç birinizə yəni ki, maraqlı gəlməyəcək. Ona görə qarşılıqlı mən sual verdikcə siz də çalışın ki, onu düşünəsiniz və mənə geri dönüşləri chat bölümündə də olsa edəsiniz. Səsli şəkildə də bilin. Sual neydi xanım? İnsanlar niyə potensialını üzə çıxarmağa çalışır? Yəni, nəyə görə çalışır ki, insanlar bu qədər can atırlar, ictimai içərisində olsunlar, nəyisə bacardığını göstərsinlər. Sosial şəbəkələrdə baxırıq da, hər kimsə əl işi bacarığı varsa, əl işini nümayiş elətdirir və ondan qazanc əldə etməyə çalışır. Yəni, bunu bizə nə vadar edir ki, biz bunu eləyək? Potensialı göstərməsək, irəli gedə bilmərik. Çünki hər kəs özünü mütəxəssis görmək istəyir, özünü sübut etmək, bəli. Cəmiyyətə özümüzü sübut etmək istəyirik. Daha sonra maraqlarını təmin etmək. Yəni, bu həmişə maraq olmur, düşünürəm. Sadəcə maraqla potensial anlayışı biraz, necə deyim ki, tam olaraq bir-birinə kəsişmir. Çünki maraq bugün varsa sabah itə bilər, amma potensial
sizin həyatın hər anında özünü göstərir. Məsələn, mən uşaqlıqdan rəsmə daha çox meylli biriyəm və sadəcə alınmayıb, rəssam ola bilməmişəm. Və o demək deyil ki, mən ömür boyu rəsm çəkməyəcəm. Çəkirəm, ara sıra heç paylaşmıram da, onu göstərməm. Bu o deməkdir ki, mənim gizli potensialım var. Amma mən onu Mən cavab kənar bir tərəfdən göstərmirəm. Gizlədirəm, ört-basdır etməyə də hətta çalışıram. Amma soruşsaz niyə? Çünki mən o sahədə tanınmaq istəmirəm. Sadəcə var, özümə görədir, daxili mənəvi rahatlığım üçün ki, çox gözəldir. Aha. Daha sonra burada iki nəfər deyəsən sualını səsləndirmək istəyib. Ərzamin bəy, buyurun. Hər vaxtınız xeyir, Darna xanım. Vaxtınız xeyir olsun. Biz potensialımızı niyə üzə çıxardırıqla bağlı bir neçə fikir bildirmək istəyirəm. Buyurun. Buyurun, eşidirəm sizi. Yəni səsləndirin sual. Sözünüz. Səsim Suala gəlmir cavab vermək onda, ha? istəyirsiniz. Elədir? Bəli, səsim gəlmədi, bayaqdan danışıram. Bəli. Birinci olaraq ətrafımızdakı gənclərdə bunu görürəm ki, birinci bilmək lazımdır ki, potensial nədir? Hansı ki, bəzən biz bilmirik ki, hansı potensiala, hansı tam olaraq bizim şəxsi keyfiyyətlərimiz nələrdir? Bunun əsas səbəbi niyəni tapa bilməməkdir. Dostumuz Toğrul müəllimin bir sözü var, deyir, adamın yaxşı dayı olmasa da yaxşı niyyəsi olmalıdır. O niyyəni tapandan sonra içərimizdəki o potensialı istər-istəməz yavaş-yavaş niyyə ilə bir yerdə çıxarda bilirik. Çünki niyyə bizə konkret olaraq hədəf göstərir və o hədəfdə potensial üzrə hansı qeyslər olunmalıdır, hansı ümumi addımlar atılmalıdır. O barədə ümumi prosesdə biz belə deyək də ön yarğı olmadan bir şeyləri hədəfləyib bir şey belirləyirik. Əlavə olaraq potensialını üzə tam olaraq çıxardırıq. Birinci mühit və çevriyə görə, çünki ətrafımızdakı insanlar və iş mühiti bizi motivasiya etməyə bilir. Dəstəkləyici, inkişaf etdirici mühit olmadıqda potensialımızı tam göstərə bilmirik. Və bu potensialımızı tam göstərə bilməmək bizi bir balaca içərimizə qapanmağa vadar eləyir. Və əlavə olaraq bu özünə inamın çatışmamazlığına gətirib çıxardır. Hansı ki, adam özünə inandıqdan sonra ki, hansısa bir iş verilir, bu işi gördükdə və o iş üçün çalışırsan ki, ümumi prosesdə ümumi potensialın hər birini tam şəkildə ortaya qoyasan ki, yaxşı bir iş görəsən. Bir də potensial dediyim kimi nəyə görədir? Maddiyyata görədir. Bizim bir şəxsi keyfiyyətlərimiz var. Şəxsi keyfiyyətlərimizi biz özümüzü tam olaraq tatmin eləmək üçün bunu eləyirik. Hansı ki, məsələn, biz potensialımız ola bilər hansısa, bayaq siz dediyiniz ki, rəsm. Bu, məsələn, gitar ifası ola bilər. Hansı ki, bunu çox adam bilmir, amma o potensialı öz üzərimdə qururam. Nəyə görə? Öz özlüyümdə o potensialı tam şəkildə önə çıxardıb özümü tanımaq üçün. Amma bu hər kəsə lazımdır, yox. Bu artıq öz istəyində olan şəxsə potensialı göstərməkdir. Bir də qaldı ki, kiməsə görə potensialı göstərmək. Bu ən çox sosial şəbəkədə daha çoxdur. İnsanlar influencerlıq eləyir və yaxud da ki, Haqlısınız. hansısa bir işlərlə məşğul olur, öz Daha potensialını çox məşhur göstərir. olmağa çalışır, elədirmi? Bəli, Yəni bu onun da potensialı göstərməkdən %99 çox daha çox məşhurluğa meylliliyi göstərir ki, mən məşhur əslində o olmaq istəyirəm. potensialdan irəli gələn bir şeydir. Mən əgər atıram gitar ifa eləyirəmsə və bunun üzərində işləyirəmsə potensialımı artırıram. Bu potensial mənə nə qazandırır? Belə deyək, ictimaiyyətdə tanınmaq. Okay, tanındıqdan sonra üçüncü case nədir? Əlbəttə ki, o potensialdan sözün yaxşı mənasında istifadə eləmək. Necə? Əlbəttə ki, ifa eləyib pul qazanmaq, əlavə olaraq hansısa bir işləri götürmək, bu reklam ola bilər, influencerlıqda və yaxud da ki, başqa bir şey. Bu da onun kimi bir şeydir. Bu qədər.
Düzdür. Çox sağ olun. Dedim biraz da danışsın. Bütün mövzunu artıq məndən öncə bildirəcəksiniz. Çox qəşəng danışdınız. Fikirlərinizə görə çox təşəkkür edirəm. Bu arada Toğrul müəllimlə mən də tələbəsi olmuşam. 2020-ci ildən etibarən bir neçə təlimlərində olmuşam. Böyük çaplı bir layihələri idi. Yəni ki, Toğrul müəllim kimi dəyərli bir insan, həqiqətən də keyfiyyətli bir tədris edən ikinci bəlkə də şəxslər çox azdır. Varsa da Toğrul müəllim qədər deyil. Yəni ki, bir 100 il lazımdır ki, biz onun bəlkə də işi daha çox ki, onun potensialına gedib çata bilək. Həqiqətən də o insan işinin ustasıdır. Yəni Eynən, mən eynən. o insana bir başqa rəğbətim var. Günü bu gününə də. Yəni onun keçdiyi, dediyi hər bir sözlər indiyə kimi yəni ağlımda da silinməyib, həkk olunub. Və çox sağ olun fikrinizə görə. Həqiqətən Buyurun. də çox dəyərli fikirlər səsləndirdiniz. Digər iştirakçılar da fikirlərinə görə təşəkkür edirəm. Eyni Mən zamanda potensial, bəli, buyurun Nərgiz xanım. mən bildirmək istəyirəm. Buyurun. Am, İnsanlar potensialını çıxarmaq üçün çalışırlar. Çünki bu onların şəxsi inkişafına, mənalı bir həyat yaşamasına və cəmiyyətə töhfə verməsinə kömək edir. Bunun bir neçə səbəbi var. Özünü realizm istəyi, Abraham Maslow'un ehtiyaclar ixtiyarına görə insanların ən yüksək səviyyəli ehtiyacı özünü realizləşdirməkdir. İnsanlar yalnız yaşamaq və maddi ehtiyaclarını qarşılamaqla kifayətlənmirlər. Onlar bacarıqlarını inkişaf etdirmək, dünyaya bir şey qatmaq və özlərini ifadə etmək istəyirlər. Şəxsi məmnuniyyət və xoşbəxtlik insanlar öz bacarıqlarını tam istifadə etdikdə və irəliləyiş əldə etdikdə daha çox məmnuniyyət hiss edirlər. Yəni şeylər öyrənmək, mənalıları aşmaq və orqazlama insan özünə olan inamını artırır. Potensialını tam araşdıran insanlar daha məsudlar və innovativ olarlar. Bu da onların ətrafdakı insanlara və bütünlükdə cəmiyyətə fayda gətirir. Məsələn, alimlər, sənətçilər, müəllimlər və sahibkarlar öz potensiallarını istifadə edərək dünyanı daha yaxşı bir yerə çevirirlər. Çox sağ olun Nərgiz xanım. Təşəkkür edirəm fikirlərinizə görə. Həqiqətən də elədir. Və davam edirik. Suallarınızı chat bölümündə də qeyd edə bilərsiniz. Potensial bir insanın hələ tam reallaşdırmadığı, amma daxilidir qabiliyyətlərini resursları ilə həyata keçirə biləcəyi bir gücüdür. Yəni bir növ gizli enerjidir. Yəni daxilinizdə yatan bir bombadır və bunu bir gün ortaya çıxarılması üçün ki, doğru şərait və məqsəd, həvəs lazımdır ki, onu davam etdirəsiniz. Və burada aşağıda mən suallar qoymuşam. Bu suallar əslində çox sadə görünsə belə eyni zamanda bayaq Ərizan bəyin dediyi kimi çətin suallardır. Yəni ki, insanın Toğrul müəllimin dilini bildirdi. Mən kiməm? Sual verin özünüzə. Siz kimsiz? Nə üçün bugün bu saatda buradasınız? Yəni məqsədiniz nə idi ki, bu təlimə qoşulasınız? Sual verəcəksiniz özünüzə. Nə bacararam? Nə əlimdən nə gəlir? İfaya gözəlmi edirəm? Və yaxud da musiqiyə həvəsim var? Və yaxud da ki, çox yaxşı Buna şeir bir deyə şey bilirəm. demək istəyirəm xanım. Bir Bəli. Amerikalı psixoloq belə bir şey demişdi, ümumiyyətlə bir pasiyentinə. Deyir ki, Hı-hı. ümumiyyətlə sən öz əzbərlədiyin nəzərif şeyləri əgər sən kiməsə ötürürsənsə, sən artıq o öz fikrin, öz düşüncən olmur. Yəni sən öz oxuduqlarını analiz eləyib öz fikrinə çevirə bilmirsənsə, öz fikrini yarada bilmirsənsə, o sənin fikrin azad deyil. Mən belə başa düşürəm ki, o azadlığı da o qədər gözdən salıblar ki, cəmiyyətdə. Bu azadlıq məncə intellektuallıqla, peşəkarlıq arasında bir seçimdir. Siz necə düşünürsünüz? Tam olaraq yəni mövzu ilə onun yəni ki tam əlaqəsini yəni demək istəyirsiniz ki, hər hansısa bir insan Potensialı açmaq. kimdənsə məlumatları götürürsə, hər hansısa bir kimsəyə bunu edirsə və bu da deyir ki, davamlı şəkildə onu davam edimsə, kiminsə yolu ilə gedirsə, özünün dəstə xəttini çəkmirsə, özünə bir qazancı Əzbərlənmiş qatmırsa. formada danışanları mən deyirəm ki, məsələn, rəy sorusu verir, kitabda nə yazıb olduğu kimi oxuyur. Yəni mən onu azad fikirli insan hesab edə bilmirəm.
o elə bir ki, robotdur da, yəni robot Ama kimi danışır. belə bir şey de deyim. İnsanlar öyrənənə qədər, yəni bir yerdən sonra kimlərsə, yəni həqiqətən də o yolu keçir. Mən o insanlara qarşı biraz aqressiya qarşılamıram. Çünki bilirsiniz necə? Hər bir insan öyrənənə qədər, müəyyən qədər bir yeri keçirsə, o normaldır. Və hətta yəni ki, biz özümüz belə dili yeni öyrənəndə, yəni ki, yavaş-yavaş nəyisə deməyə çalışırıq, nəyisə inkişaf elətdirməyə çalışırıq, kiminsə fikirlərindən ilham alırıq. Amma onu özünküləşdirmiriksə bir yerdən sonra, bəli. Yəni sizinlə tam olaraq Hüdisi haqqlıyam. xanım, mən sizdən razıyam. Amma Hı. universitetlərdə tələbələrdə də mən görmüşəm, özüm mən təlimçi olanda da görmüşəm. Əzbərlənmiş bir standartdan kənar danışanda müəllim tələbəni bax cəzalandırır, ona qiymət yazmır, onu kəsir, o Bologna sistemindən yenidən O imtahan. razıyam. Mən Bəli, o baxım. bu fikirlə razıyam. Çünki bilirsiniz, cəmiyyət olaraq bizi o qədər standartlaşdırıb, şablonlaşdırıblar ki, yəni qoymurlar. İcazə vermirlər. Mən özüm də tələbə olmuşam. Yəni ki, mən onu çox gözəl bilirəm. İcazə vermirlər. Deyirlər mühazirədə nə varsa onu danış və ondan kənara öz fikirlərini əlavə etmə. Bu yaxınlarda da bir tələbə bununla bağlı çox əziyyət çəkirdi. Öz yaradıcılığını qatmaq istəyirdi, icazə vermirdilər. Yəni bununla razıyam. Amma yenə deyirəm, müəllimdən müəllimə dəyişirdi o. Biraz nisbi anlayışda. Hər müəllim ona o şəraiti yaratmırdı. İndi universitetlərdə belə deyim ki, magistri bitirmiş, artıq yeni işə başlayan müəllimlərimiz ki var. Belə deyim, yaş fərqləri az olur tələbə ilə şagirdin. Onlar çox gözəl dərs keçirlər. Yəni mən özüm dəfələrlə şahid olmuşam ki, artıq potensialları daha çox üzə çıxarmağa imkan verirlər. Yəni bəlkə kimi deyil. Bir O də qədər ki, xanım, biraz istəyirəm bir şey də deyim. buyurun. Özüm dil məsələsi də bəzən psixoloji məsələdir, potensialı açır da, dünya görüşünü inkişaf elətdirir. Məsələn, mən ingilis dilli insanlarda, məsələn, onlar daha çox tərcümələrdən daha çox o ölkənin, elə bil ki, o dilin psixologiyasına uyğun davranır. Hər dilin öz psixologiyası var da. Məsələn, rus dili elə bil ki, tərcümələrlə əsaslanmış, məsələn, ingilis dilindən, fransız dilindən tərcümə olunmuş hazır materialdır və o bir növ tənbəlləşdirir. Amma ingilis dilində öyrənən insanlarda tənbəllik olmur. Bax, mən də mənə gəlir ki, burada da bir fərq olur. Potensialı açmaqda. Mənlə bilmirəm, bəlkə də razılaşarsınız, razılaşmıyorsunuz. Mənim belə fikrimdir. Buyurun. Sizə görə, yəni ki, sizə görə elədirsə, baxın, insanın öz düşüncəsinə görə necədirsə, yəni doğrusu da odur. Yəni mən desəm ki, yox, məsəl üçün adınız burada Tural bəy olaraq qeyd olunub. Bəli. Tural bəy, desəm ki, yox, elə deyil, mən öz fikrimi sizə aşılamağa çalışsam, təbii ki, bu doğru olmaz. Çünki hər 20 nəfər iştirak edirsə burada, yəni 20-sinin hərəsinin özünə görə doğruları var. Biri tutan bu təlimi bəyənə bilər, 5-i bəyənə bilməz. Yəni ki, bu hər kəsə görə belə deyək, açıq bir təlim deyil. Elə insan var ki, bunu 15 yaşında baxır bu təlimə, heç bir şey anlamır. Və yaxud da 20 yaşında təkrar baxsa, məsələn deyirəm, eyni videoya və yaxud da eyni kinoya baxsa, yaş faktoru burada çox rol oynayır. Ona görə də biraz nisbi anlayışdır. Yəni mən sizin fikrinizdə doğru deyirsiniz, səhv Yəni, deyirsiniz, çox yox. düzgün yaxşı bir şeydir. Bəli. Mən bunu dəstəkləyirəm. Ona görə, yəni ki, hər kəsin fikri özünə görə doğrudur. Və çox sağ olun fikrinizə görə davam edirəm. Potensialım sonra, nə bacarıramdan sonra düşünürük, potensialım niyə görünmür? Potensialımızı görünməməyinin əsas səbəblərindən biri də doğru mühit olmur, doğru insanlara danışmırıq, doğru insanlardan kömək istəmirik. Daha sonra bu kimi səbəblər ola bilər ki, sizin potensialınız görünmür. Ola bilər ki, siz baxın belə bir məsəl deyim, tutan bir hissədə Əzamin bəy, sözünüz var idi, əlavə edəcəyiniz fikir, buyurun. Qısa bir dənə Tural müəllimin fikrinə əlavə eləmək istəyirəm. Tural müəllim çox əla dedi. Buradan salamlayıram Tural müəllim. Düzdür, şəxsi olaraq tanışlığım yoxdur. Hətta təqdir edirəm ki, hər adam açıq fikirli bu qədər ola bilmir. Prosesdə sadəcə bu üzdən oxuma və yaxud da ki, əzbərçilik, bəlkə də indi bilmirəm, yaşımız eyni ola bilər və yaxud da ki, təqribi zet nəsl olmaya bilərik. Bizim vaxtımızdakı olan prosesdə biz ən azından sözümüzü ifadə edə bilməsək də, bu yazılı imtahanların
nəticəsində ümumi prosesdə biz ən azından söz deyə bilməsək də cümlə şəklində bunu yazıya tökə bilirdik. Amma ümumi Zet Generation bunu eləyə bilmir tam şəkildə. Ona görə məncə bu barədə onlar məncə hələ də öyrənməlidir. Yəni dediyim kimi Tural bəylə yenə də sözünə hörmət edirəm və razıyam. Amma belə deyək, ən azı elə şəxslər də biri var sakit durmaqdansa cəhd eləməkləri çox böyük bir şeydir. Məncə ən azından o cəhddə onların yanında olmaq daha yaxşıdır ümumi prosesdə, nəinki əzbərçi və yaxud da ki, başqa bir şeyi. Çünki biz ən azından bizim sözümüzü kəssələr də, bizə əzbərçi desələr də, dediyim kimi bizim yazılı imtahanımız olub. Amma Z Generation vəbşi standartdır, həddən artıq. Adama desən oturur, dur desən durur. Məncə onların o mindsetində onu dəyişmək, bəlkə də biraz mentor köməyi lazımdır və yaxud da bizim kimi insanların köməkləri lazımdır ki, okey də, Haqlısınız. biraz zor olacaq. Bu supdur, bu qaşıqdır, supu qaşıqla içirlər. Hə, o situasiyanı qurmaq lazımdır ki, o da yavaş-yavaş o cümlələrdən, daha doğrusu sözlərdən özünə uyğun bir cümləni qurub düzəldə bilsin. Baxın, Yəni dediyim başıma kimi Tural gələn bu barədə razıyam. elədir. Başıma gələn bir hadisənin düzdür, özündə Z nəsliyəm, amma ki, yəni biraz bizə tamam fərqli bir tədris də fərqli olub. Kurikulum tədrisi sadəcə bizə deyir ki, savaddan əlavə bizə bacarıq aşılayıb. Bu, yəni ki, dünya standartlarından bizə ötürülmüş, yəni ki, bir nüansdır. Ənənəvi üsulla təhsil alanlar, bəli, daha çox gözəl coğrafiya bilirlər, daha çox fikir mübadiləsi, hər hansısa bir siyasi mövzularda mən baxmışam ki, Z-dən əvvəlki nəsillər, yəni ki, daha çox savadlıdır o baxımdan. Amma indiki dövrün tələbləri ilə şagirdə bacarıq aşılanır və bacarıqlar da meyarlaşır. Yəni biz ona görə bu yöndən biraz fokuslanmışıq ki, bizim bacarıqlarımız üzərində çalışmalıyıq. Soruşsanız, yəni ki, qeyri-adi bir məlumatlar yoxdur kitablarda. Yəni mən onu keçmişəm deyərək kurikulumun ilk belə deyək tədris olunan şagirdlərindən olmuşam. Yoxdur. Amma ənənəvi üsulda artıq sən kitabdan axtarırdın, təhlil edirdin. Ən azından o kitabları mən görmüşəm. Təhlil çox idi. Hər hansı bir mətn verirdi, ətraflı təhlil etməyini istəyirdi. Bu artıq təhlil etmə bir yerdən sonra analitik bacarıqlı inkişaf elətdirir, belə-belə davam edir. Elə deyilmi Əzəmi bəy? Sizdə daha çox idi o suallar. Amma bizdə o suallar yox idi. Bizdə səthidir. Bizdə sadəcə deyir ki, oxudun, müəyyən qədər anlayışın oldu, davam et, növbəti mətnə keç. Amma imtahanlar daha fərqli üsullardır. Yəni bizdə biraz fərqlər var. Ona görə yəni ki, məncə bu toqquşma hər zaman olacaq bir müddət. Və davam edir. Xanım Cəlilova fikrinizi alaq. Axşamınız xeyir olsun. Əvvəlcə sizə Axşamınız təşəkkür xeyir edirəm olsun. ki, dəyərli vaxtınızı ayırmısınız, dəyərli təlim keçirsiniz. Xoşdur mənim üçün. Təşəkkür edirəm. Mənim fikrim bundan ibarətdir ki, məsəl üçün mən musiqi məktəbini bitirmişəm 5 ildir. Bizdə belə idi ki, həm bilet, həm suluqla, yəni bacarıqla imtahan verirdik və şifahi qabiliyyətimiz daha yaxşı idi. Danışıq qabiliyyətimiz, müəllimlərə izah etməyimiz, musiqinin tarixini və s. muğamlar üzərində izah etmə qabiliyyətimiz daha yaxşı idi. Amma indiki təhsil sistemi, sanki mən həm də ofis proqramları təlimçisiyəm, sanki təhsil sistemi insanları robotlaşdırmağa və beyinlərini kütləşdirməyə yönəlib. Yəni bu həqiqətdir. Mən reallığı, o bir söz var, günəş palçıqla sıvanmaz. Yəni hamının bildiyi reallığı mən örtə bilmərəm. Bu günümüzün reallığıdır ki, test sistemi hər kəsi korlaşdırır və mən heç bir zaman insanın bacarığını test sistemi ilə ölçmürəm. Onun, məsəl üçün, ofis proqramları təlimçisiyəmsə, baxıram, mən onun yazı sürətinə, yazı qabiliyyətinə görüm, mən olmadan bu insan özünü Baxın, işin elə siz içindən çıxara özünüz bilirmi? bacarığı ölçürsünüz də. Yəni onun Bəli, yəni, bacarığını savadından ölçürəm, çox ona bacarığını baxıram. ölçür. Sürətli yaza bilirsə, aha, deməli bunu bu Nəsə var, potensial nəsə var. etmək olar. Həvəsi var, bacarığı var. Nə olsun ki, indi bəlkə onun maddi imkanı icazə verməyib əvvəllər, yaxud da nəsə olub, indi bu yola gəlib, lap yaxşı potensialını açır və özünü dünyaya elə təqdim edir. Amma məsəl üçün mən riyaziyyatı yaxşı bilmirəmsə, bu demək deyil ki, məsəl üçün mən həkim ola bilmərəm, yaxud da nəsə ola bilmərəm.
ola bilərəm. Amma sırf fənlərlə də insanlara limit qoymaq olmur. Mən Təbii şəxsən bu ki. fikirlə razı Çox deyirəm sağ ki, olun fənlərlə insanlara fikirlərinizə görə. limit qoymaq olmur. Bu yaxınlarda Bakı Mühəndislik Universitetində çağırmışdılar. Yanvar-fevral ayları ərəfəsi idi. Orada da bilirsiniz də müəyyən qədər mühəndislik oxuyan tələbələrdir və balları da yəni ki, ən aşağısı 550, 650, 670 prezident təqaüdçüləri və s. var idi. Yəni bildiyiniz 150 nəfərlik tələbə var idi. Eyni zamanda mənimlə bərabər bizim influencerlardan, yəni ki, tanınmış influencerlardan biri var idi. Bir də mən idim. 2 nəfər idik. Yəni bildiyiniz o tələbələr o qədər potensialı bilirsən ki, burada heç bir aşağı bir bal toplayan uşaqlar yox idi. Amma danışıq qabiliyyətlərinə gələndə siz demiş, özünü ifadə etmə qabiliyyətlərinə gələndə hamısı çox aşağı bir səviyyədə. Mən gözləməzdim, heç düşünmürdüm. Hətta deyərdim ki, mənə onları öyrədəcəyim, hətta çox az bir şey ola bilər. Amma getdim, gördüm ki, müəyyən qədər ola bilər. İxtisasları üzrə çox gözəl bir gələcək. Amma özünü ifadə, hər hansı bir mövzu haqqında fikir yürütmə çox sanki onları həyəcanlandırır. Siz demiş, robotlaşmış, standartlaşmış bir cəmiyyət yaranır. Mən şəxsən bir sözdən hər zaman xoşum gəlir ki, deyir, kimya, fizika bacarığına görə insanları həkim elədik, baxmadıq ki, bunun ürəyində insan sevgisi vardı, yoxdur, yaxud da qaydaları əzbərə biləni götürdük, biz hüquqşünas elədik, baxmadıq ki, bunun içində ədalət duyğusu vardı, yoxdur. Məsəl üçün, məndən olsa, insanları bacarığına tərəf yönəldim. Bəli, Mənim ona fikrim görə də bu. burada abituriyentlərimiz var. Yəni ki, bacarıqları nələrdirsə. Artıq mən sual verdiyimdə konkret sizə burada çox insan var. Hər kəsi tək-tək belə deyim, deyə bilmərəm ki, sizin potensialınız budur. Suallarınızı bir vərəq tutun, yazın. O suallarınız üzərində çalışın. Yəni asan bir suallar deyil. Çox sağ olun xanım Cəlilova, fikrinizə görə davam etmək istəyirəm. Davam etmək istəyirəm, səsim bağlandı. Aha, potensialından xəbərsiz tələbə, eyni zamanda iştirakçı. İlk növbədə özünə güvənmir. Düşünür ki, mən bunu edə bilməyəcəm, bununla bağlı problemim var və yaxud da qarşısına hər hansı bir çətinlik çıxır. Ola bilsin, deyirəm, sevdiyi bir ixtisas var, valideynləri onu oxumağa icazə vermir. Bunun üçün bir icazə vermir, daha doğrusu. Deyir, yox, sən mütləq standartlaşmış xanımlara deyirlər, müəllimə olmalısan, müəlliməyə hər zaman ehtiyac var. Təbii ki, o sözsüz, o ayrı. Amma bugünkü əmək bazarında müəllimlər iş tapmaqda belə çətinlik çəkirlər ki, özünüz bilirsiniz ki, MİQ imtahanları nə dərəcədə çətindir. Ondan əlavə, yəni ki, insan öz arzusuna, öz hədəfi varsa, niyə də olmasın? Və yaxud da biri həkim olmaq istəyir, valideynləri deyir ki, yox, həkimlik çox uzun illərə oxumalısın və s. yolundan döndərməyə çalışırlar. Kimsə həvəsi kompüteradır, məsəl üçün xanıma yenə yönəldilər bağça üzrə və s. Ona görə həyatınızın hər anında potensialınızı mübarizə aparmaq üçün yollar kəşf etməlisiniz ki, mən nə istəyirəmsə onun ardınca da gedin. Hədəflərin aydın olmaması. Sizin hədəfləriniz aydın olmasa, yəni ki, nə istəyirsiniz? Tam 1 il sonra, 2 il sonra, sonraki illər ərzində özünüzdə gözləntiniz nələrdir? Mən nəyə çatmaq istəyirəm? Məsəl üçün, gələn ilin aprelin 2-si, 2026-cı ildə, 1 il sonra mən özümü harda görürəm? Nə əldə edəcəm? Məsəl üçün, mən bununla bağlı hədəflərimə çatmaq üçün hədəflər panosu deyirlər ona, arzular bir cədvəl düzəltmişəm və hədəflərimi qoyuram. Məqsədlərimə doğru irəliləmək üçün və s. və s. Bu, mən Instagram səhifəmi bölüşər Zəhra xanım. Orada görəcəksiniz ki, mən onu tərtib eləmişəm və inandırım sizi ki, 3 ildir. Daha əvvəllər mən bunu tərtib etmirdim, çünki onun gücünə inanmırdım. Və onu tərtib edəndən sonra artıq istəmsizcə hər gün mən onu, o lövhəni görürəm və mən düşünürəm ki, mən buna çatmalıyam. Son, o qədər uzun müddət 1 illik hədəflər qoya bilmirsinizsə, aylıq hədəflər qoyun. Məsəl üçün, mən hədəf marafonu keçirmişdim, orada iştirakçılar qoşuldular.
artıq şəxsində hər gün müzakirə aparırdıq. Tamam. Aprel ayı ərzində mən düşünürdüm ki, daha doğrusu ötən aydan danışıram. 2 dənə kursa yazılacağım. O da qısa müddətli kurslar idi. Təbii ki, təkmilləşdirmə. Çünki bir yerdən sonra əgər öyrənirsinizsə, ondan sonra siz sadəcə təkmilləşdirmə kurslarına qoşulursunuz. Ümumi təkrar üçün yeni biliklər varsa yeniləri öyrənirsiniz. Və hədəf qoydum ki, o 2 kursa yazılacağım. Və o 2 kursa yazılandan sonra sertifikatı əldə edəcəm. Beynəlxalq sertifikatı. Məsələn, bu mənim bu ay üçün hədəfim idi. Amma il ərzində mən ona neçə hədəf qoymuşamsa, aylar üzrə böləcəkdim ki, mənim üçün də həm qrafikama çox sıxlıq yaratmasın, axı hədəflərimi aydınlaşdırmalıyam, konkret bir sayt bildirməliyəm. Orada qrupda danışanda deyirdilər ki, qısa bir xatırlatma edin. Mən bir ay A1-dən A2 səviyyəsini bir aya tamamlayacağım. Yəni bu biraz real deyil. Hədəf qoymalısınız. Tamam ki, mən bir ay ərzində təbii ki, çox qısa bir müddətdir. Gərək səhərdən axşama qədər oxuyasınız ki, siz nələrsə eləməyə çalışasınız. Amma o qədər özünüzü sıx qrafika salsanız, özünüzü həyatdan təcrübə edərsiniz, bir yerdən sonra o qırılmalar qalır. Yəni siz birinci ay disiplinli çalışsanız belə, ikinci ay artıq sizdə bir növ diksinmə gələcək, artıq uzaq durmağa çalışacaqsınız. Necə ki, abituriyent dönəmində biraz oxuyur, insan oxuyur və sosial həyatdan təcrid olunanda artıq dərslərdən də istəyir uzaqlaşsın. Çünki onu digər maraqları da çəkməyə çalışır. Ona görə hədəflərinizi konkret qoymalısınız ki, potensialınızı daha çox aşkarlayasınız. Və inkişafdan özünü gerçəkləşdirməkdən uzaq olmaq. Yəni, inkişaf etmirsinizsə, hər hansısa bir nələr üçünsə çalışmırsınızsa, nəyisə ancaq öyrənib tətbiq etmirsinizsə, buradan öyrəndiklərinizi sabah gedib həyatınızda tətbiq etməyəcəksinizsə, elə siz bu təlimi də unudacaqsınız, burada danışılanları da unudacaqsınız, fikir mübadiləsində hamısını unudacaqsınız və heç nə. Burada nəsə öyrənib tətbiq etməyə çalışsanız, yəni ki, müəyyən qədər, mən təkcə bu təlimi nəzərdə tutmuram. En qədər kitablar da ola bilər, YouTube bildiyimiz, yəni ki, en qədər YouTube videoları var, motivasiya xarakterli, sizin maraq dairənizi çəkəcək və s. Motivasiya əksikliyi. Motivasiyanız yoxdur. Ola bilər ki, bu dəqiqə hər hansısa bir mövzuya görə motivasiyanız çox aşağı olsun, amma bu demək deyil ki, sabahları yaranmayacaq. Motivasiya, yəni ki, bu aranmış şəkildə bəzən qalxır, düşür. Amma disiplin qursanız özünüzə ki, siz bunu etməlisiniz. Həyatınıza disiplini çəkin. Bacardığınız qədər qrafiklərə. Yəni, bəzən mənə deyirlər ki, özümdən nümunə çəkim ki, deyirlər, bu qədər disiplinli, müəyyən qədər hər bir şeyə saat qeyd eləmək, qrafik qurmaq sənə çətinlik yaratmır. Yəni, əksinə, mənim vaxtlarımı daha çox ayırmama həmin o disiplin çox kömək edir. Və mən bilirəm ki, hər günləri tutalım. 3-cü gün saat 7-də əgər mən dərs oxumağa oyanmalıyamsa, mütləq ki, oyanmalıyam. Beynim artıq buna kodlaşır. Mən istəsəm belə, normalda saat 6-da oyanıram, məsələn üçün yeməyimi yeyirəm, hər hansısa bir işim varsa onu görürüm. 7-də mən artıq beynim kodludur ki, mən oturub o dərs çalışmalıyım. Telefondan uzaqlaşıram və burada eyni zamanda zamanın səmərəsiz istifadəsindən birləşdirir deyirəm sizə. Yəni ki, zamanınızı bölsəniz, istənilən qədər sizə vaxt çatır. Potensialınızı reallaşdırasınız. Ben bilirəm ki, 3-cü gün saat 7-də oxuyacağım. İstəsəm belə, yəni ki, mənim gözümə yuxu getməz, yatıb qalmaq. O da birdən-birə nə olur? Xeyr. Zamanla özünüzü alışdırmalısınız. Və yüksək stres və təzyiq. Stres yaşayırsınız ki, mən bacara bilməyəcəm və s. və s. O da ki, hər kəsdə olan müəyyən qədər yaş kateqoriyasına görə qorxudur. Bu da ki, stres yaşayırsınız imtahana görə, stres yaşayırsınız tutalım ki, maddi baxımdan və yaxud da ki, ailə daxili təzyiqlər var, kənar təzyiqlər var və s.
Bununla bağlı kiminsə sualı varmı? Hər hansısa bir əlavə edəcəyi fikir. Salam, hər vaxtınız xeyir olsun. Bəli, buyurun, hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm sizə ilk növbədə belə möhtəşəm təlimin üçün. Mən sualım odur ki, bəzi adamlarda ertələmə problemi olur. Onun öhdəsindən necə gəlmək olar? Hani ertələmə. Səsiniz çox az gəldi. Mən eşidə bilmədim sizi. Səsim indi necə gəlir? İndi yaxşıdır. Şöyle, bəzi adamlarda işi və ertələmə problemi olur, o ertələmə. Onun qarşısını necə almaq olar o ertələmənin? Ertələmə problemi bəzən belə deyək ki, bu biraz psixoloji məsələlərdən qaynaqlanır. Ona görə mən konkret hər hansısa bir sizdə bunu edin, bu düzələcək və s. yox. Yəni düşünürəm ki, bunun bir siz psixoloq dəstəyi almalısınız ki, bunun əsas qaynağını tapasınız ki, siz nəyə görə hər dəfə davamlı olaraq ertələyə biləsiniz. Yəni nümunə çəkə bilərəm ki, ola bilər ki, biz müəyyən qədər semestr ərəfəmdir. Mən dil öyrənməliyəm, alman dili üzərində çalışıramsa, semestr ərəfəsində mən onu davamlı ertələyirəm. Bu mənə görə nümunələr əsasında deyirəm, amma yəni mən sizə hər hansısa bir yön istiqamət verə bilməyəcəm, çünki onu müəyyən qədər siz psixoloqla danışmalısınız, onun əsas səbəblərini tapmalısınız. Sadəcə nümunələr gətirə bilərəm ki, yüklüsüz, hal-hazırda iş qrafikiniz çox ağırdır və həqiqətən də insan özündə həm stres çəkir ki, düşünür ki, gələcək qarşısında mən bu dili öyrənməliydim, amma öyrənə bilmirəm və nəticədə gecikə bilərəm. Və bir də görürsünüz ki, semestr ərəfəsidir, digər işləriniz, eyni zamanda mən həmişə oxuya-oxuya da işləmişəm deyənə, iki tərəfli məndə stres və qayğılarım var idi. Ona görə düşünürəm ki, sizin əsas probleminiz ola bilər ki, ya iş qrafikinizin ağırlığı ertələyirsiniz və yaxud da ki, dediyim kimi, yəni psixoloqdan dəstək ala bilərsiniz bu mövzuda. Çünki mən psixoloji hər hansısa bir məsləhət vermək kimi bir iqtidarında deyiləm. Çalışın ki, sosial şəbəkələrdə də gördüyünüz hər kəsin psixoloq olmadığına da inanın. Ona görə də peşəkarını tapın, onun üzərində işləyin. Fəriz bəy. Zamanı bir də düzgün idarə edə bilmək üçün, yəni onun haqqında hansı kitabları tövsiyə edə bilərsiniz bizə? Nəyi? Mən oxuduğum və bəyəndiyim kitabların keyfiyyətlisi Atomik Bacarıqlar kitabıdır. Oxudum, onun üzərində qeydlərimi apardım. Yəni mənim üçün çox mükəmməl bir kitab oldu. Əgər inkişaf, belə deyək ki, inkişaf yönümlü kitablar oxumaq istəyirsinizsə, Atomik Bacarıqlar sizin üçün çox mükəmməl kitabdır və düzdür, biraz qalın kitabdır, amma oxuduqca hissə-hissə onu tətbiq eləsəniz, insanın vərdişlərindən danışır. İndi çox da geniş ətraflı məlumat vermək istəmirəm. Xüsusi tapşırıqlar verir, nəyi etməlisiniz, nəyi etməməlisiniz, hansı bacarıqlar, yəni real sübutlar əsasında danışır. Ona görə çox maraqlı kitabdır, onu tövsiyə edirəm. Şəkili var. O kitabın şəkili var. Şəkli var, bəli, göndərərəm. Bilərsiniz, baxaq. Əlizamin, göndərərəm mən qrupa. Zəhmət olmasa. Burada bir dənə Zamanı bir də idarə etmək barədə bir də, yəni o barədə hansı kitabları tövsiyə edə bilərsiniz? Elə o kitabın içərisində hamısı var. Həm zamanın idarə olunması, vərdişlərdir, motivasiyadır. Yəni demək olar ki, kompleks bir kitabdır. Onu oxusanız, yəni hər şey onun içərisində var. Çox sağ olun, təşəkkür edirəm. Xoşdur. Burada qeyd olunur ki, Türkan xanım ki, mənim ən böyük arzum piano çalmaqdır və bu arzumun arxasında gedirəm. Bəli, çox gözəldir. İnşallah ki, onun üzərində çalışın, yaxşı olacaq. Və Zəhra xanım qeyd edib ki, özüm həm qrafik dizayner, həm moderator, Lirven
Development rəhbəriyəm. Bunlardan əlavə bir neçə platformada işlər görür. Hədəfim Azərbaycan dili və ədəbiyyat müəllimliyidir. Çox gözəl olub. Baxın, bu artıq sizin şəxsi bir seçiminizə görə deyirsiniz ki, mən Azərbaycan dili və ədəbiyyat müəllimi olacağam. Bu gözəl bir məncə siz özünüz də abituriyent olmalısınız, səhv etmirəmsə, elə xatırlayıram. Yəni ki, amma deyirsiniz ki, amma hələ də hansı istiqamətdə yaxşı bacarıq olduğunu potensialını bilirsiniz. Siz elə bir yaş dönəmindəsiniz ki, bu dəqiqə enerjiniz o qədər çoxdur ki, və elə bilirsiniz ki, dünyanı öz çiyinlərinizin üzərində gəzdirə biləcəksiniz. Amma bir yerdən sonra görürsünüz ki, yox, bir istiqamət seçməlisiniz və onun üzərində də getməlisiniz. Baxın, siz əgər indiki üçün ixtisaslı da seçmək, indiki vaxt üçün də düzgün deyil. Düşünün ki, siz 5 ildən sonra xaricdə bir təhsil almaq istəyəcəksiniz, düzdürmü? Zəhra xanım özərindən gedək. Xaricdə bir təhsil almaq kimi fikriniz var. Hələ valideynlər icazə verir, vermir, hələ elə bir mövzuları dəymirik. Yəni, işdir, işarətdir, o mövzuları hələ ki toxunmuruq. Amma siz düşünün, görün ki, gələcək 5 ildən sonra sizin elə bir şansınız olsa, valideynləriniz icazə verirsə, artıq sizin üçün elə bir şəraiti yaratsa, siz həmin ixtisasla xaricdə təhsil ala biləcəksiniz. Magistr, bakalavr Bakıda oxudunuz. Bəs bunun sonrası magistra davam etmək istəsəniz, gedib onu davam etdirə biləcəksinizmi? Burası da var. Yəni, təkcə bugün üçün həvəsim var, istəyirəm, kimi keçmir. Sonraki illəri də düşünmək lazımdır. Çünki Azərbaycan dili ixtisas, yəni mənim ən sevdiyim müəllimdir. Müəllimim də o ixtisasda olub, yəni çox, necə deyim ki, o gözəl ixtisasdır. Amma hədəfiniz əgər xaricdirsə və s. bu artıq sizin üçün biraz sizi qısıtlayacaq. Ya tezdən bakalavr oxumalı olacaqsınız və s. və s. Potensialınızı da tam olaraq nə olduğunu hələ ki siz onu kəşf edə bilməyəcəksiniz. Universitet həyatına atılacaqsınız. Özünüzü bir neçə istiqamətdə, bir istiqamətdə yox. Öz şəxsi təcrübələrimi deyirəm ki, həm qrafik dizayner kimi eyni yolun əlində getmişəm, çalışmışam. 17-18 yaşlarım ərəfəsində maraqlarımı gördüm ki, yox. Artıq bir yerdən sonra mən bunu davam etdirə bilmirəm. Sonra başqa bir sahəyə keçdim, çalışdım, könüllü kimi çalışdım. Gördüm, yox, Qarina, sənin istədiyin də bu deyil. Bir neçə sahəni sınamaqdan çəkinmədim. Və sonradan sonra insan artıq öz yolunu tapır. Ona görə də sonra, yəni ki, hələ ki, tələsməyin. Sonra, nəticələri həmişə yüksək tutmaq üçün nə deyə bilərsiniz bu barədə? Yəni, imtahan nəticələrinizi nəzərdə tutursunuzsa, yəni mən konkret bu barədə yenə deyim, sizə məsləhət verə bilərəm ki, disiplinli olun. Disiplinli olsanız davamlı şəkildə. Bir də ki, yəni çalışın ki, sağlam rəqabətli bir mühitdə olasınız. Yəni kiminləsə intriqa aparmaq, həm biraz mental sağlamlığınız yerində olacaq. Çünki davamlı şəkildə kiminləsə intriqa aparmaq, yəni bu sizi mental olaraq çökdürəcək və özünüzü daimi təzyiq, baskı altında hiss edə bilərsiniz. Yəni elə bir onu nəzərə alın və düşünün ki, yəni imtahanda zəif nəticə göstərmək həyatın sonu deyil. Yəni mən özüm kollec birinci oxumuşam, daha sonra universitet davam etdirmişəm. Yəni kollec oxudum deyənə, yəni mənə də çox söz deyildi ki, savada olsaydı daha irəli gedərdi, amma onun alt yapısında mən nəyə görə kolleci seçdiyimi, yəni ki, bunu sadəcə mənim yaxın ətrafım bilir ki, mən nəyə görə bunu seçdim. Kənan fikri heç vaxt sizin üçün önəmli olmasın. Ona görə də, amma sonradan elə bir şans gətirdi ki, ali təhsildə təkrar hazırlamışdım, universitetə verdim və yenidən ali təhsilimi aldım. Yəni, bakalavr daha doğrusu təhsilimi aldım. Ona görə də tələsməyin. Zaman, bəzən 24 yaşım var, yəni ki, mən bunu çəkinmədim təkrar təhsil almaqdan. Mənim üçün gec deyildi, mənim üçün hələ arzularımın, istəklərimin başlanğıcı idi. Düzdürmü? Ona görə də 17 yaşda hər hansısa bir
qərar verib istəyirsiniz 40 yaşına kimi onu davam etdirmək. O mümkün olan bir şey deyil. Baxın görürsünüz, kimlərsə o saat 37 yaşında hələ də yeni nələrsə öyrənməyə cəhd edir. Dövrümüzün tələbi də budur. Ona görə maksimum nələrsə biraz daha rahat olun, amma öz yolunuzu da çəkməyi bacarın. Sonra hansı daha sonra mən kitab yazmaq da istəyirəm, amma bir də görsəm o motivasiya gəlmir ağlıma. Gözəl fikirlər gəlir, amma elə bilirəm alınmayacaq. Heç yazmamışam, yazsam ilk dəfə kitab yazacağam. Türkan xanım, siz daha çox yaradıcılığa, biraz incəsənətə daha çox meyillisiniz, artıq hiss olundu. Məsələn, Elton bəydən artıq hiss etdim ki, daha çox öndə olmaq, ön planda istəyir ki, ən yaxşısı onun olsun. Görürsün, müəyyən qədər sizin yazdıqlarınızdan artıq sizin necə bir xarakter olduğunuzu, hansı potensialınızın olduğunuzu özünüz dilə gətirirsiniz. Baxın, kitab yazmaq da yəni asan bir iş deyil. Düşünün ki, onu en qədər insan oxuyacaq. Elədirmi? Ona görə də siz hər dəfə fikirləriniz ağlınıza gəldikcə qeyd edin. Bir də görəcəksiniz, bir il ərzində fikirləriniz o qədər yığılacaq ki, yəni kiçik bir kitab halında, əl kitabçası halında gələcək. Nəyə görə də olmasın? Yəni onu bir neçə dəfə doğru, dürüst insanlara göstərməyə çalışın. Yəni rəfiqənizə və s. yox. Rəfiqənizə, dostunuza və s. yox. Çünki bilirsiniz, bəzən ya bizi çox motivasiyadan salacaq bir sözlər deyə bilərlər. Aşk nədir, bu nə yazmışsan, yeni filosofluğun tutub, nə bilim və s. Hətta Zəlimxan Yaqub da deyirlər bəzən el arasında. Yəni bu sözü bu sözü yəni deyə bilərlər. İnsanı həvəsdən sala bilərlər. Amma siz onu tutan hər hansı bir müəllimə göstərsiniz, hansı ki bu illərin təcrübəsi var, o sizə yön verə bilər, mentor dəstəyi. Artıq bir kəsi özünüzə mentor gözü ilə baxa bilərsiniz, ondan daimi şəkildə feedbacklər, yəni geri dönüşlər ala bilərsiniz. Yazarsınız, artıq onu təqdim eləyərsiniz və ondan fikirlərini bildirməsini xahiş edin. Yəni ki, bu baxımda sizə görə ən əlverişli olacaq. Və davam etmək istəyirəm. Burada növbəti slayda. SWOT analizi. Potensialın üzə çıxarılması üçün ən vacib analizlərdən biridir. Yəni ki, həm fərdlər arasında, həm də layihələrdə də işlənilir bu zəifliklər, fürsətlər və s. Ümumi olaraq da insan özünün SWOT analizini də çıxartmalıdır. Yəni, yenə də dəftər qələm götürəcəksiniz yanınızda. Bu slaydı atacağım sizə, bu ümumi paylaşılan bir slaydı. Yəni ki, bunun üzərində çalışın və mənimlə bölüşün. Qrupda, yəni ki, indi kontaktımı Zəhra xanım bölüşəcək və bunu yazanda artıq fikirlərinizi özünüzlə bağlı. İstəsə sosial şəbəkədə paylaşın, mən onu oxuyum və yaxud da ki, siz onu bir vərəqdə də yazıb mənə göndərə bilərsiniz. Mən onu sizin üçün müəyyən qədər təhlil edə bilərəm. Və yaxud da qrupa atarsınız, qrupdan götürərəm, heç bir fərqi yoxdur. Baxın, bir vərəqi 4 yerə bölün. Böldükdən sonra bir tərəfdə yazın mənim güclü tərəflərim. Digər tərəfdə mənim zəif tərəflərim. Başlayırsınız sadalamağa hər bir hissəni. Daha sonra mənim nə fürsətlərim var hal-hazırda? Əlimdə hansı fürsət var? Tutalım, mənim irəli getməyim üçün, məsəl üçün, yaxşı hazırlığa gedirəm, məsələn deyirəm. Və yaxud da ki, məktəbim yaxşı olub, sinif yoldaşlarım yaxşı olub ki, hansı ki, mənə bugünkü həyatda dəstək göstərir, yaxşı dostlarım mı var, yəni yaxşı valideynlərim mi var ki, mənim arxamdadır. Bu kimi fürsətləri bir özünüzdə dəyərləndirin ki, tutalım, valideynlərim mənim fikirlərimi hörmət edir, davamlı şəkildə məni dəstəkləyir, arxamdadır və s. və s. Değil mi? Və sonra təhlükələr nədir? Məsəl üçün, ola bilər ki, rəqibləriniz, Elton bəyin fikir olmasın, rəqibləri bundan önə çıxmağa çalışır. Hər hansı bir çətinlik var və yaxud da ki, baxın, bayaq Zəhra xanım da bildirdi, yazdı ki,
dil ədəbiyyat müəllimliyi oxumaq istəyir. Azərbaycan Respublikasında fəaliyyət göstərəcəksə, yəni davamlı şəkildə, bu artıq onun üçün təhlükə deyil. Yox, düşünürsə ki, 5 ildən, 10 ildən sonra gələcəyini xaricdə görür, amma artıq bunun üçün təhlükədir. Düzdürmü? Bu onun üçün təhlükədir. Bunu mütləq şəkildə siz bunu müzakirə üçün mənə göndərin. Yəni ki, birlikdə müzakirə edə bilərik. Yəni, xarici faktorlar hansıdırsa sizdən asılı olmayan səbəblər olsun. Davam etdirə bilərsiniz. Bununla bağlı Əlzamil bəy, buyurun. A, Oradan bir dənə xətt böl işarəsi də qoydunuz. Bildim ki, sahib danışmaq istəyirsiniz. bölmək istəmədim, ona görə istəmədim tam şəkildə. Həqiqətən təlim çox möhtəşəmdir. A, bildirmək istəyirəm ki, hal-hazırda başqa bir mitinqə qoşulmalıyam işlə bağlı. Ona görə yarıda buraxacam. Bir də ki, burada müəllim vardı bu vaxtın idarə edilməsində. Bunu özüm də eləyirəm, çox möhtəşəm alınır. Halbuki mən disiplinli biri deyiləm. Düsturun adını tam olaraq adı yadımda deyil. Vacib lazım düsturdur ki, hansısa işlərimiz vacibdir, hansı vacib deyil, bir də vacib təcili. Bilmirəm, onu bilirsiniz yoxsa yox. Çox möhtəşəmdir. Bir də vaxtın idarə edilməsinə bağlı Deep Work var. O kitab çox möhtəşəm kitabdır. Adamı dibə gətirir, orada bir çıx yaranır əməli başda. Bir neçə dəfə kitabı oxuyandan sonra mən daha yaxşı başa düşmüşəm. İndi bəlkə bu fərqli ola bilər insanlar arasında. Dediyim kimi, Zana xanım möhtəşəm idi. İlk dəfə idi ki, təlimizdə idim. Çox qəşəng idi. Xoş oldu mənə Tam də, şəkildə qoşula həqiqətən də. bilmədim. Düzü Nədir? arada komment bildirdim. Prosta şərh Təbii ki, olaraq mən dediyim kimi. xoşuma gəlir ki, qarşı tərəf də təlim bildirsin. Yəni mən əsasən onlayn təlimlərdə çox üzrəm, sonluğu bildirmək istəyirəm, tərk edirsiniz. Mən danışım, siz dinləyin, olmur. Mən əsas canlı təlimlərdə iştirak etməyi daha çox sevirəm ki, orada komanda işi, istər-istəməz qarşı tərəfin danışarkən reaksiyasını görürəm, hər hansısa bir çətinliyi varsa onun üzərində birbaşa fokuslanaraq işləməyi daha çox sevirəm. Burada da kimsə daimi şəkildə müzakirə edəndə, yəni çox sevindirici haldır ki, 16 nəfər var, artıq 5-6-sı, yəni bəlkə də 8-10 nəfəri davamlı şəkildə yazır. Bu o qədər gözəl bir nəticədir. Burada 100 nəfər olub 2 nəfər danışan olsaydı, təbii ki, biz 16 nəfərin arasında hamısının aktiv olması çox mükəmməldir. Məni də çox sevindirdi həqiqətən də. Çox sağ olun Əlizamin bəy. Bir vaxt Buyurun, təşəkkür edirəm. Hər şey üçün Kitabın minnətdaram. adı nə idi? Bir də kitabın adını bir də zəhmət olmasa yaza bilərsiniz. Kitabın adını yazıram, elə Buyurun. yazarın da adını yazıram sizə. Çox sağ olun, təşəkkür edirəm. Buyurun. Bir də Zarina xanım, Bəli. bilmirəm, siz Kamal müəllimin təlimində olmusunuz. Kamal Mahmudov, bəli. Təlimlərində Onda biz olmuşam. LinkedIn, Bəli, onda olmuşam. birinci orada. marafon. Bəli, birinci. Siz də Okey, orada onda biz olmusunuz. bəli, bir dəfə də Kamal müəllimin çay süfrəsi oldu, xatırlayırsınızsa. İlk dəfə idi Hə. görüşürdük. X-Launch-da 28-də. Eynən. Hə, Eynən. oradan tanışım. Mən heç bilmədim açığı. İndi dediniz, xatırladım. Çox Çünki gözəl. simavız çox tanış gəldi. Danışılmamış birdən ağlıma gəldi ki, yəqin ki, Kamal Mahmudovun təlimində Bəli, olmuşuq bəli. biz. Baxın, görürsünüz, burada əlaqələr, burada yenə də sözünü deyir. Üstündən artıq bir il, Bir ildən çox olur. 3 ay keçib üstündən. Görürsünüz, xatırlamaq nə xoşdur. İndi siz deyəndə mən də dedim ki, yəqin ki, elə oradadır. Çox xoş oldu. Buyurun. Mən Təşəkkür yazım, edirəm. indi çıxaram. Təşəkkür edirəm, mən təşəkkür edirəm. Sağ olun. Sağ olun. Biz davam edirik. Burada eyni zamanda sizə müəyyən qədər baxın networking əlaqələri. Hər hansısa bir təlimdə iştirak edilib və eyni zamanda təkrar indi təsadüf nəticəsində qoşulub həmin şəxs və öz xatırlatmasını edib. Yəni ona görə əlaqələrinizi də möhkəmləndirməyə çalışın ki, sağlam bir insanlarla bağ qurasınız. O demək deyil ki, ətrafında çox insan olsun. Siz onlara güvən
hamısı dostunuz olmaya bilər. Amma sağlam bir əlaqəniz, baxın LinkedIn əlaqəsinin olduğunu dedi və təlimə qoşuldu. 16 nəfərin arasından artıq bir neçə nəfər mənim daha əvvəllərdən tanıdığım insandır. Çox gözəl bir haldır. Mənim özümə də xoş oldu şəxsən. O demək deyil ki, mənim əhatəm çox genişdir. Yox. İndi təsadüf nəticəsində bu şəxs düşür və belə bir xoş bir hal oldu. Və fərdi hədəf müəyyənləşdirmə. Fərdi hədəf sizin, yenə deyirəm, arzular lövhəsi oluşturursunuz. Hədəfləriniz nədir? Ay ərzində qısa bir hədəf qoyun və yaxud da həftəlik hədəflər qoyun və yaxud da günlük hədəflər qoyun. Ən azından elə günün sabahdan, bugün gedin yazın hədəflərinizi ki, sabah çatmaq istəyirsiniz ona. Baxın, zamanı idarə edəcəksiniz hədəflərinizə görə. Vizualizasiya. O nədir? Siz artıq özünüzü bir növ həmin işin başında bacarmış kimi hiss edəcəksiniz. Daimi şəkildə onu beyninizdə canlandırın. Daimi şəkildə gözünüzün önündə gətirin və s. Yəni, adicə daha çox nə ilə məşğul olmaq istəyirsinizsə, onun şəklini telefonunuzun ekranına da qoya bilərsiniz. Mən də qoymuşam. Yəni, məsəl üçün, ən çox nə istəyirəmsə, nəyə arzulayırsa. Yəni ki, o artıq mənim beynimdə bir növ hədəfimə çatmaq üçün fokuslanır. Mentorluq və şəbəkə qurma. Bu nədir? Mentorluq sizin tutalım, piyanoçu olmaq istəyirsiniz, qəşəng ifa etmək istəyirsiniz və bu sahə üzrə ən azından sizdən bir neçə pillə üstün olan, yəni ən az halda bir. Yəni imkanlarınız, bacarıqlarınız çatırsa, ən üst səviyyədən bir nəfər də özünüzə mentor seçə bilərsiniz. Təbii ki, bu biraz maddi, həmin insanlar sizə əgər bir yarışma əsasında qalib olmamışsınızsa, mentorluq tutalım ki, ödənişli əsaslarla olur ki, həmin insanın addım-addım izləyir, düzgün hədəflərini qoyur ki, siz bunu etmək istəyirsiniz, bunu edəcəksiniz. Birinci addım budur, ikinci addım budur, üçüncü addım budur. Çünki bu adam artıq o sahənin peşəkarıdır. Sizə addımlı şəkildə bildirəcək ki, bunu elib gedib çatacaqsın. Bir də var ki, mentorsuz gedəndə bilirsiniz, bax, belə, daha daşa dəyə sözün əsl mənasında gedib çatacaqsınız ona. Yəni, çox çətin olur sözün əsl mənasında mentorsuz getmək. Amma yox, deyirsiniz ki, mənim vaxtım var, mən özüm sınayasın gedib çatmaq istəyirəm. Bu da sizin şəxsi seçiminizdir. Amma mentorla işləmək, marafonlara qoşulmaq bu sahədə çox sizin üçün əlverişli ola bilərdir ki, şəbəkənizi möhkəmləndirin. Yəni, keyfiyyətli insanlar yığın əhatənizə. 3 nəfər olsun. Yəni, tutalım ki, mən təlimlərimi, yəni mən onlayn təlimlərə yenidən çox az hallarda qoşuluram. Yəni, burada 5 nəfər olsa belə yenə qoşulacağım, davam etdirəcəm. Çünki o 5 nəfərin dəyəri sona qədər tutalım qoşulursa, onun dəyəri daha yüksəkdir ki, məni dinləmək istəyib. Və 100 nəfərlik auditoriyada da yenə çıxış eləmişim, 500 nəfərlik auditoriyamda olub. Yəni, hər birini şəbəkə qurmağa çalışa bilməzsiniz. Siz sadəcə seçəcəksiniz. Mən PM layihələr üzrə işləmək istəyirəmsə, daha çox potensialımı dövlət işində onunla çalışmaq istəyirəmsə, mən artıq elə bir insanlar tapmalıyım ki, xaricdə bununla bağlı təcrübəsi olsun, digər yerlərdə bununla bağlı təcrübəsi olsun. Mən də ən azından bu insanların hardasa qarşılaşında bununla bağlı bir diskussiya apara bilim. Və yaxud da iş təklifləri nədən olur? Şəbəkə. Çox insanları tanıyırsan, hər hansısa bir sənin potensialına xəbərdardır. Tövsiyə edir yaxınına, niyə də olmasın? Referansla, yəni ki, mümkündür. Buna dayday məsələsi demirik. Referans məsələsi ayrıdır. Halbuki sizin potensialınıza referans nədir? Tutalım, hər hansısa bir iş üçün tövsiyə edirəm ki, tutalım Elton bəy. Elton bəy çox bacarıqlıdır, potensiallıdır, yəni ki, qiymətləri çox əladır. Məncə bu işi o bacaracaq. Yəni artıq rəhbərliyi də baxır, yoxdur, görür ki, həqiqətən olur. Bir də var ki, dayday məsələsi. Yəni artıq burada A nöqtəsindən aparıb B nöqtəsinə yerləşdirir. Yəni ki, artıq heç bir tövsiyə xanım onlara lazım olmur. O da bir ayrı məsələdir.
Motivasiya və davamlılığı, motivasiyanız yüksək olmalıdır. Həmişə motivasiyanız yüksək olmaya bilər, amma davamlılığı siz qoruyub saxlamalısınız. Və monitorinq qiymətləndirmə. Nədir bu monitorinq? Özünüzü hər ayın sonu qiymətləndirməlisiniz. Yəni ya bir gündəlik tutun, orada yazın ki, bunu bacardım. Məsəl üçün mənim 2017-dən bəri yazdığım Excel bloknotlarım mənim hal-hazırda da qalıb. Yəni mən heç bir bloknotumu, heç bir qeyd apardığım dəftərə atmıram. Bu mənim üçün monitorinqdir. Mən yoxlayıram ki, mən o vaxtı bunu etmək istəyirdim. Etdim, gəldim, harda qırıldım. Qırılmağıma harda səbəb oldum. Sonra aylıq hər gün təlimlər olurdusa, məsələn, qeyd edirdim. Sonra bir yerdən baxdım ki, dəftərdə başqa qeydlərim var. Mən oturub düşünməyimi, çünki vizual olaraq görürsünüz axı bunu. Görürsünüz, yadınızda qalır. Mən qırıldım burada. Aha. Deməli, bura kimi yaxşı gəlmişdim, amma buradan nəsə oldu, mən düşdüm aşağı. Monitorinqini apardınız, özünüzü qiymətləndirdiniz və s. Gördünüzmü? Sizin üçün daha yaxşıdır. Vizual olaraq qeyd aparmağı özünüzdə vərdiş halını yaradın. Çünki mən indiyənə kimi nə qədər texnika yönümlü olsam belə, texniki bacarıqlarım olsa belə, mən yenə də qeyd aparmağı özümdə vacib bir prioritet kimi saxlamışam. Çünki mən o qeydi görürəm. Şifahi olaraq mən unuda bilərəm. Hər an, yəni ki, anlıq olursa da insan unuda bilir. Çünki bu dəqiqə o qədər informasiya axına gəlir ki, birindən qəbul edəndə digərini. Amma vərəq üzərində görəndə biz hamısını xatırlayırıq və bizə çox gözəl motivasiya olur. Və mütləq şəkildə, növbəti hissədə öyrəndiklərimizi praktika etməliyik. Buradan öyrəndiniz, hər hansısa bir qeydlərinizi apardınız və yaxud da gedib araşdırma edəcəksiniz bununla bağlı. Mütləq həyatınızda tətbiq edin. Bir də çalışmaqla bağlı Pomodoro texnikası var. Telefonlarınızda məncə hamınızın smartfonu var ki, yəni rahatlıqla qoşulmuş, düzdürmü? Pomodoro yazın proqram. Yəni sizin üçün çox rahat olacaq. Orada artıq özünüz seçəcəksiniz. Telefondan ayrı dura bilmirsiniz. Mən özümdə eləyəm. Telefonda bir neçə proqramlar var ki, hətta onlardan bir neçəsinin adını deyə bilərəm. Bircə deyiləm. Biri Foxplot'dır. Hətta şəklini çəkə bilərəm. Biri Forest'dir. Yəni qeyd edə bilərsiniz. Və yaxud da Cypher. Bu sizin bu proqramlar, məsələn burada var. Bu proqramlar sizin kompüterdə tutan telefonda Instagram'a girib daha çox vaxt sərf edirsiniz. Tutalım, TikTok'a çox vaxt sərf edirsiniz. Hər birini bloklaya bilərsiniz və saatlıq olaraq siz orada həmin saat ərzində daxil ola bilməyəcəksiniz və bu sizin üçün çox mükəmməl fokuslar yaradır və eyni zamanda zamanınıza da daha çox idarə edir və hər bir telefonda tutalım ki, nə qədər istifadə etmişsinizsə, həmin saatı yazır. İstərsiniz birdən-birə gün sonu telefona gələndə ki, sən bundan 7 saat istifadə edirsən gün ərzində. Və insan istər-istəməz daha çox narahatçılıq çəkir. Çünki sən onu sayır, artıq proqram özü sayır və sənə statistika təqdim edir ki, bu qədər çox istifadə edirsən. Bu proqramlar sizin üçün faydalıdır. Fikirləriniz zəhmət olmazsa Göndərərəm. göstərə Dəhnə bilərsiniz. xanımı paylaşar sizinlə. Slaydı da zəhmət olmasa göndərə bilərsiniz. Göndərərəm. Hər hansı bir suallarınız olsa, yəni ki, sosial şəbəkə vasitəsilə də əlaqə saxlaya bilərsiniz. Yəni ki, suallarınız olsa, əgər hər hansısa bir disiplinlə bağlı fokus qrupa qoşulmaq istəyirsinizsə, yəni ki, elə bir qrup var, artıq davam etmək istəsəniz, o qrupda aprel ayından, yəni ki, artıq başlayacaq, müraciət edə bilərsiniz. Siz də o qrupa əlavə edə bilərik. Və təlim haqqında kimin qaranlıq qalan məqamları varsa, suallarını yaza bilər. Hansı fəaliyyətlər sizi həqiqətən həyəcanlandırır və motivasiya edir? Hansı fəaliyyətlər? Baxın, əgər mənəvi cəhətdən soruşsanız, mənə həyəcanlandıran daha çox rəsm, hər hansı bir rəsmlə məşğul olmaqdır. Amma işlə bağlı soruşsanız, daha çox layihələrlə işləməyi, kimlərə nəsə öyrətməyi daha çox sevirəm.
Yəni əsasən də insan əhatəsində olmaq məni daha çox həyəcanlandırır ki, mən daha çox kiməsə dəstək ola bilirəm. Yəni sözün əsl mənasında bu məni daha çox xoşbəxt edir. Çünki mən bir gələcəyimi qarantiləyən bir ixtisas seçdim ki, hansı ki davam edəcəm. IT sahəsi özünüz bilirsiniz ki, yəni son illərdə daha çox prioritetdir. Amma məni xoşbəxt edən bir həyəcanlandıran sahədir ki, gəlirəm bu günləri sizlə danışıram, artıq səsim batsa belə. Yəni bu məni daha çox xoşbəxt edir ki, bilirəm ki, kiminsə buradan qatqısı olacaq. Kiməsə qatqı olacaq və hətta 2022-ci ildə kiminləsə hər hansı bir təlim təşkil edəndə o şəxsi dəvət etmişdim. Heç mən həmin şəxsi artıq unutmuş olsam belə metroda məni həmin şəxs gəldi, gördü. Yəni təbii ki, az yaşlı idi, mənim təlimlərimə qoşulmuşdu. Yəni 2022-də mən onun üzünü görməmişdim, çünki o dövrdə daha çox onlayn tədris edirdim. Gəldi məni görəndə mən o qədər xoş oldu ki, mən sizin təlimlərində falan mövzulu təlimlər keçirdiniz, iştirak etmişəm. Dəmi 2 dəfə iştirak edib, bir dəfə, amma gör o uşaq 11-12 yaşı var idi, yadında qalıb. Yəni bu o qədər xoş təəssürat bağışlayır ki, sənin öyrətdiyin nələrsə, hansısa səsləndirdiyin bir fikir kiməsə qatqı verir və gələcəkdə onu xatırlayır həmişə. Bundan möhtəşəm bir şey yoxdur. Yəni sorsanız, müəllim olmaq arzusunda, nəyinsə tədris etmək arzusunda olmamışam. Amma mütəmadi olaraq hər hansısa bir kütlənin belə bir profilaktik söhbətlər, soft skillslar üzrə təlimlər keçmək çox gözəldir. Çox sağ olun fikrinizə görə. İlmir bəy, kitab ingiliscədir, yoxsa tərcümə? Hansı kitabı soruşursunuz tam olaraq? Əgər atomik bacarıqları soruşursunuzsa, Azərbaycan dilində belə deyim, tərcüməsi var. Deep Work-da yəqin ki, tərcüməsi olacaq. Yəni ki, əgər çox satılan kitablardandırsa, tərcüməsi mütləq olur. Sonra, çox sağ olun. Hər birinizə mən də təşəkkür edirəm. Hansı sahədə daha çox inkişaf etməyi düşünürəm? Yenə deyirəm, mən son bir ilə qədər mən bəlkə də seçməmişdim ki, hansı sahə üzrə getmək istəyirəm. Çünki IT sahəsi o qədər geniş bir anlayışdır ki, biz onunla həmişə, yəni ki, seçə bilmirdik. Gah proqramlaşdırma sahəsinə yönəlirdim, gah qrafik dizayner, gah və s. Amma son olaraq düşündüm ki, layihələrlə işləmək, IT layihələrlə, yəni ki, elektron layihələrlə işləmək mənə görə ən mükəmməlidir. Və düşündüm ki, gələcəkdə xaricə getmə imkanım olarsa, bu sahəni özümlə apara biləcəmmi? Biləcəm. Mənim xariclə əlaqələrimi tutan, ölkədə olsam belə xarici şirkətlərlə işləmə bacarığımı yaradarmı? Yaradar. Düzdür, hələ ki, elə bir planım yoxdur son dönəmlərdə, amma yəni gələcək üçün bunları da qarantiləmişim ki, mən istəsəm belə-belə bir şeylər var əlimin altında. Düzdürmü? Yəni siz təkcə bugün üçün qarantiləməyin. Bir neçə il üçün də qarantiləyin, hər şey yaxşı olsun. Və ən çox hansı sözü sizi motivasiya edir? Bir düşünsəm, deyərəm ki, heç vaxt demə. Həyat o düzdür, biraz şablonlaşmışdı, amma məni daha çox motivasiya edir. Çünki bilirsiniz, mən ali təhsil almaq arzusunda olmuşdum, amma həyat elə gətirmişdi ki, kollec bu, yəni ki, elə deyək ki, balım çatmaq məsələsi deyildi. Tamam fərqli bir tərcihlər görə idi. Və heç vaxt da, yəni ki, mən öz arzularımdan, istəklərimdən kənar durmamışam. Və ona görə çalışmışam ki, həmişə arzularımın, istəklərimin arxasınca getdim. Yəni ki, ona görə o sözü daha çox sevirəm. Bilməm, niyəsə bu dəqiqə ağlıma o gəldi. Onu da səsləndirdim sizə. Və
Ondan başqa hansı kolleci bitirmişəm? Bakı İdarəetmə və Texnologiya kolleci idi o vaxtı. İndi onun adı Neft və Sənaye kollecidir. Yəni ki, çox gözəl tədris almışam orada. Yəni daha çox mənim həyatımda çox unudulmaz. Universitetin bəzən deyim ki, biləsiniz, burada yaş kateqoriyanızı nəzərə alıb kollecin verdiyi təhsili universitetdən bəzən ala bilmirsən. Kollecdə o qədər güclü təhsil var. Bəzən bunu küçümsürlər, amma heç bir halda onu göz ardı etmək lazım deyil. Çünki mən kollecdən daha çox şey öyrənmişəm, nəinki universitetdə qazandırıb. Belə şeylər də var. Ona görə də çalışın ki, yəni o demək deyil ki, universitetə getsəydim birbaşa daha mükəmməl olacaqdı. Xeyr, mən kollec təhsilini əgər onu almasaydım, bəlkə bugünkü bu potensialın üzə çıxmasında olmazdı. Bir də çalışın ki, müəllimlərlə daha çox ünsiyyətdə olun ki, sizə doğru yön, istiqamət və s. verməyi bacarsınlar. Müəllimlərdən qaçmayın. Yəni, onların hər bir fikirlərində əslində, yəni hər birində həqiqət var. Bakı İdarəetmə, daha doğrusu universiteti, Bakı Biznes Universiteti IT üzrə. IT, informasiya texnologiyaları üzrə. Məni digərlərindən fərqləndirən xüsusiyyət, yəni özümü digərlərindən daha çox üstün saymasam belə, mən daha çox humanist bir insan kimi desəm, yəni mən heç kimi özümü üstün saymıram, amma düşünürəm ki, mənim iradəm daha çoxdur. Nəinki digərlərinə nisbətən daha çox öz istədiyimi etməyə. Yəni, öz istədiyimi etmək o demək deyil ki, qarşı tərəfə hörmətsizlik, daim mənəm demək, bəzən dırnaq arası indi böyüklər var. Hegemonluq etmək, indiki gənclərimizdə daha çoxdur. Düzdür, mən də indikilərdə sayıram, amma yox. Hörməti, qarşılıqlı əlaqəni saxlayırsınız. Özünüzdə, yəni heç bir halda böyüklərinizlə belə deyək ki, hörmətsizliyi, kontaktı yaratmırsınız. Sadəcə öz fikirlərinizi, düşüncələrinizi ehmalca yeritməyə çalışırsınız. Mən gələcəyimi bu cürə görmək istəyirəm. İnanın ki, bir yerdən sonra onu əldə edə bilirsiniz. Dağa-daşla getdiyiniz heç bir yol sizə heç nəyi qazandırmır. Çalışın ki, yəni mülayimcəsinə, daha çox öz fikirlərinizi hörmət etdirməyi bacarana qədər, özünüzü sübut etməyi bacarana qədər düşünün ki, valideynlərinizin hələ də himayəsindəsiniz. Ona görə çalışın ki, daimi şəkildə sülh yolu ilə işinizi həll edəsiniz. Təhsil baxımından da, iş karyeranızda da, dostlarınızla münasibətdə də, şəxsi həyatınızda da və dava-dalaş heç nəyi həll etmir. Bu qədər. Düşünürəm ki, suallar artıq bu qədərdir. Sizə də təşəkkür edirəm, vaxtınızı ayırdınız. Nə qədər çalışsam da 1 saata yekunlaşdırım. Düzdür, reqlamentdə 1 saat qeyd olunmuşdu. Maşallah, elə bir aktiv kütlə, 20 nəfərdən o qədər sual-cavab, atəşi, müzakirə çox süper idi. Həqiqətən mən sözün əsl mənasında işdən yorğun gəlsə belə dincəldim. Həqiqətən deyirəm, mənim üçün çox xoş oldu. Və son olaraq da burada sizə bir aforizm səsləndim, yazmışam ki, hər şey sizdədir. Sadəcə tapmaq lazımdır. Yəni, bunu təkrar oxuyanda insanın da deyir, hər şey sizdədir, sadəcə tapmaq lazımdır. Sanki hər hansı bir şkafınızda hər şey var, amma onu tapmalısınız. Eyni zamanda da bu sizin daxilinizdadır. Aiddir. Məndən bu qədər. Fikirlərinizi səsləndirərsiniz və yaxud da ki, hər hansısa bir suallarınız varsa onu da səsləndirə bilərsiniz. Yəni, follow atmağı, zəhmət olması dostlarınızla bölüşməyi xahiş edirəm. Səhifəmi bölüşün, daha çox kütləyə çataq. Daha çox markləndirmə işləri mənim üçün daha çox maraqlıdır. Hansı ki, sosial şəbəkələrimdə davamlı şəkildə paylaşıram. Hər hansı bir sualınız olsa, orada mənimlə əlaqə saxlaya bilərsiniz. Tələbələrə faydalı məlumatlar paylaşmağa çalışıram. Yəni, bacardığımı qarşı tərəfi aşılamağa çalışıram.
Məndən bu qədər. Hər hansı bir çətinlik aşmaq üçün hansı sulardan istifadə edirsiniz? Hər hansısa bir çətinlik aşmaq üçün hansı üsuldan istifadə edirəm? Mən Bəli. sual ilə anladım. Aha. Hər hansı bir çətinliyi aşmaq üçün bayaq bildirdiyim kimi. Orada deyildi ki, piyada sayılmır, rəddə qeyd olunmuşdu. Necə? Səslər qarışıb yoxsa məndə belədir? Mən davam edirəm onda bir sualla, Nərgiz xanımın sualına. Yəni ki, əsasən mən ən çox səbirsiz biri kimi tanınsam belə, amma əslində daxilən motivasiyam həm yüksəkdir, amma eyni zamanda da səbirlə zamanını gözləmək lazımdır. Birinci, yəni ki, nəyisə əsəbisizsə, ani qərar vermək olmaz. Ani qərar verəcəksinizsə, yəni hər şeyi alt-üst edə bilərsiniz. Mənə görə risk etmək həmişə yaxşı bir şey deyil. Kimlərəsə görə çox yaxşı ola bilər risk etmək, düzdürmü? Amma mənə görə riskli davranmaq heç də yaxşı bir şey deyil. Bu fərqlidir. Ola bilər ki, kimsə risk edəcək, daha yüksək bir nəticə əldə edəcək. Amma mən daha çox dinamikliyi sevirəm, amma eyni zamanda da stabil yanaşma tərzim var. Əgər tutalım, plan qurdum, bu planımı stabil idarə edəcəm. Hər hansısa bir dinamiklik ola bilər ki, mənim o stabiliyimi pozsun. Belə bir misal deyim sizə. Mən stabil olaraq hər gün saat 6-dan oyanıram, işlərimi görürəm. Əgər hər hansısa bir özünü inkişaf etdirmək üçün nəsə oxuyuramsa, edirəmsə, səhər durub edirdim və gün ərzində işlərimi yekunlaşdıran, işimə gedirdim, gəlirdim, yeməyi və s. Artıq sonunda 10-da 11-də yatırdımsa, bayram ərəfəsində bu rejim artıq daha dinamik oldu. Necə dinamik oldu? Artıq rejim dəyişdi, istərsəməz tətildir, evdəsən, artıq daha çox az da vaxtın yaranır və yaxud da ki, o disiplini evdə qura bilmirsən, halbuki stabil olaraq işinə, dərsinə gedən bir adam, artıq burada qrafik pozulur, düzdürmü? Artıq mən orada özümü tam büruzə verə bilmədim. Artıq bir neçə gündür iş başlayıb, dərs həftəsidir və mən artıq stabiliyini təzədən bərpa elədim. Amma bərpa eləmək çətindir. Bir neçə vaxt alır ki, mən tam o rejimə oturum, öyrəşim. Yəni, səbir birinci, səbir. Daha sonra isə ani qərar vermək lazım deyil. Riskli addımlar mənə görə tövsiyə olunmur. İndi kiməsə görə okeydir, amma mənə görə, mənə soruşsanız, mənə görə deyil. Suallarınız varsa, Elnura xanım, buyurun. Salam, hər vaxtınız xeyir. Mənim sualım yox idi əslində. Sizin fikirlərinizə bayaqdan diqqətlə qulaq asıram. Çox gözəl danışırsınız həqiqətən. Yəni, səmimi qəlbdən deyirəm ki, çox təşəkkür edirəm. Mən 18 yaşım var. Özüm kollec tələbəsiyəm. Mən də universitetə hazırlaşırdım bu il. Sadəcə balım istədiyim universitetə çatmadı. Verə bilmədim. Bəzi universitetlərə düzdür düşürdüm. Sadəcə getmək istəmədim ailəmin fikirlərinə görə. Mən turizm fakültəsində oxuyuram. Bəzi insanlar deyir ki, sən müəllim qızsan, özün gəlib kollecdə oxuyursan, anam da fikirləri bildirirdi. Amma çox doğru vurğuladınız ki, kollec bəzən mən düşünürəm ki, həqiqətən universitetin həyatından daha bir tık gözəl fikirlər verir. Çünki mən kollec sayəsində bugünkü gün belə təlimlərə qoşuluram. Könüllülük fəaliyyətinə qoşulmuşam, orada iştirak edirəm, təlimlərə qoşuluram. Özümü turizmdən əlavə bir çox yerlərdə inkişaf etdirmişəm. Həm oxuduğum fakültəni, həm də ki, təlimləri o qədər çox sevirəm ki, mən kitab oxuyan biri deyildim. Artıq bədii kitablar olsun, özünü inkişaf etdirmək üçün kitablar olsun. Nitqim olsun, mən şəxsən bu dəqiqə sizə bəlkə də danışa bilməzdim utandığımdan, amma kollec sayəsində bunlar da, necə deyim, dəf eləmişəm də. Və sizə təşəkkür edirəm ki, çox gözəl fikirlər, çox gözəl motivasiyalar verdiniz. Həqiqətən səmimi qəlbiniz üçün təşəkkür edirəm.
Səsim bağlı idi. Yəni ki, fikirlərimi səsləndirdim. Mənim üçün də xoş oldu. Baxın, yəni ki, kollec təhsili almaq, yəni ki, heç vaxt heç nə kimdənsə özünüzü əskik görmək deyil. Çünki vaxtı ikən mənə də o təzyiqlər olub. Yəni mən sizi bu dəqiqə bəlkə məndən gözəl anlayan yoxdur. Hətta müəllim övladısınızsa, elə bilirlər ki, siz necə deyim, daha ziyalıdan ziyalı və yaxud da ki, elə bir şey yox. Yəni insan fərdidir. Valideynlərin çox gözəl müəllimdirsə, o demək deyil ki, siz də daha gözəl. Turizm sahəsi özü də bu günkü gündə daha çox dinamik, daha çox insanların əhatəsində olan, yeni işləri kəşf edən bir sahədir. Yəni mən əgər yenidən hansısa bir sıfırdan ixtisas seçsəydim, niyə də turizm olmasın? Yəni ki, onu ölkələri gəzmək, öyrənmək, neysə kəşf etmək niyə görə pis olsun ki? Çox gözəl ixtisasdır. Ona görə sizə daha çox uğurlar arzu edirəm ki, bu sahə üzrə davam etdirin və onlara hər bir kəsə, kimlər ki sizə deyir, inandırım sizi ki, məni daha çox qınayan kollec təhsilidir, eyb yoxdur, elə belə də oxuyacaqsan, diplomunu işlədə bilməyəcəksən, halbuki iş tapmışdım, inandırım sizi. Yəni minimal maaşla da olsa iş tapmışdım və iş tapa bilməyən insanlar, halbuki hətta sinif yoldaşlarından da olmuşdu. Ali təhsilli olub təzədən yanıma gəlmişdi ki, bəlkə bizdə nəsə bir iş tapa bilərik, necə iş tapmısan bizə də öyrət. Yəni, halbuki o qınağı mən yaşamışam və indi gəlib bilər ki, bizə də öyrət. Yəni, görün indi həyat kimi harda necə sınayır. Yəni, ali təhsil almaq gözəldir. Onun da gözəlliyi bir ayrıdır. Amma olmayan yerdə, halbuki bugünkü gündə sizə nə əl çatırsa, onu eləməyə çalışın. Yəni, siz ayağınızı yorğanınıza görə uzadın. Bugünkü potensialınız kollecədirsə davam etdirin. Bəlkə sonra ola bilər ki, gələcəkdə daha yaxşı bir qapılar açılar, daha yaxşı bir yerdə də işləyərsiniz. Yəni, ona görə hansı yerdəsinizsə, o yerdə də olmağı davam etdirin. Bakalavradan universitetə vermək fikrim var. İnşallah bu il qəbul almışam. Zərbəçi stipendiyasına da düşdüm hətta. Qabağımdakı məqsəd ikinci semestr əlaçıdır. Lap gələcəkdə də inşallah ki, universitetdir. İnşallah, inşallah. Niyə də olmasın? Hətta yəni ki, özünüz təkrar da hazırlaşa bilərsiniz. Amma bir məsələ var ki, turizm, mən özümdə ixtisas kodlaşdırması edirəm deyənə. Turizm sahəsi üzrə gərək 90-dan bayağı bir yuxarı qiymətiniz ola, əlaçılıq olsun ki, universitetlərə düşə biləsiniz. O məsələ də var. Onu da nəzərə alın. Ki, biraz prioritet məsələsidir ki, orada balınız daha çox yüksək olmalıdır. Ortalamanız, yəni nəzərinizdə olsun, çalışın, var gücünüzdən ki, o ortalamanı 90-dan yuxarı edə biləsiniz ki, heç olmasa təkrar əyani düşə biləsiniz universitetlərə. Belə. Daha sonra çox sağ olun, Elmira xanım. Hazırda sizi motivasiya edən ən böyük amil nədir? Hal-hazırda məni motivasiya edən daha çox işləmək, daha çox qazanmaq və gələcəyə yatırım etmək. Bu qədər. Mən 2001 təvəllüdüm. Yəni ki, təvəllüdümdə soruşdur. Mənlik bu qədər. Ümidvarım ki, çox uzatmaq istəmirəm təlimin vaxtını. Çünki artıq həm də gec oldu. Sizə necə əlaqə saxlaya bilərəm? Necə? Əlaqə Sizə necə? nömrələrini belə deyək ki, sosial şəbəkədən yəni, əlaqə saxlaya bilərsiniz. Instagram Deyə hesabımdan. bilərsiniz, yaza Baxın, bilərsiniz. burada yazmışam. Baxın, burada səhvəyə baxın. Əlmə Hüseyin. Baxın, burada qeyd olunub. İşarə edir. Sosial şəbəkədən əlaqə saxlaya bilərsiniz. Hər birinizə çox sağ olun, təşəkkür edirəm. İnşallah ki, növbəti təlimlərdə iştirak edərik. İştirak edərsiniz daha doğrusu, daha gözəl yerlərdə qarşılaşarıq. Çox sağ olun. Sona qədər oturan özümü çıxsam 13 nəfərə çox təşəkkür edirəm ki, dəyərli zamanını, vaxtını ayırıb sona qədər oturdu, sona qədər də dinlədi. Çox sağ olun.
Buyurun, siz sağ olun. Sağ olun. Sizə təşəkkür edirəm. Zəhra xanım, buradasınız. Bəli, buradayam. Aha, çox sağ olun təlimə görə. Təşəkkür edirəm təşkilatçılığa görə. Çox Bütün sağ olun gözəl əməkdaşlarımıza təlim üçün. təşəkkür edirəm. Təlim vaxtınızı bizə sərf etdiyiniz üçün. Həqiqətən mən təşəkkür edirəm. Yəni normalda təlimlərimiz 1 saat olur. O qədər sıxıcı keçir ki, həqiqətən yəni bunu neçə dəfələrlə demişəm ki, çox sıxıcı təlim olur. 2 saatdır, amma mənə elə gəlir ki, 10-15 dəqiqə də qoşulmuşuq. Həqiqətən çox maraqlı təlim idi. Yəni inşallah biraz da biz yeniyik, biraz böyüyək. Həqiqətən yenidən sizinlə təlim keçirməyi çox istəyirəm. Xoşdur. Yəni ki, bu yaşınızda belə bir addımlar atmaq, hər hansı bir insanlara da eyni zamanda dəstək olmaq çox gözəl addımdır. Fikirlərinizə deyil, sözlərinizə görə də çox sağ olun. Siz sağ olun. Görüşənədək. Mən çıxıram artıq. Tamam, gecəniz xeyrə. Oldu, görüşərik. Kontakt məlumatlarımızı qruplarda paylaşarsınız. İndi daha doğrusu bu prezentasiyanı da göndərəcəm. Tamam. Sağ olun. Allah'a emanet olun.